Salamlar, saygılar, değerli ve sevgili sözdaşlar. Aziz Azərbaycan Türk milləti dünyanın hər bir yerindən bizi görüb və siz xoş gördük. Yeni bir danışıqla qulluqlar. Necə şimdiden də anonsumuz yazmışdı ki, yalımıyla beraber olacaq. Değerli Sayın Arif Hacılı, Musavat Partiyasının Məclis Başkanı və değerli Ajda Azərbaycan Dünya Azərbaycan Demokratik Güç Birliği Başkanı ki, azimizden bir təşəkkür bildirəm bu çalışı təbliğ etmək və vardılar. Hər iki yazımız təşəkkür yuxarı. Mən hər iki yazımızın təşəkkür bildirəm öncədən ki, bu çalışı qəbul etmək və vardılar. Mən bilməm, sanki Sayın Ajda bəy, siz bizim səhət başqa bir platformadan görürsünüz. Üzerinden Araz Bey ses gelir. Biz hallederdik bu ses. Ses gelmiyor aslında. Ben sizi də Sayın Arif Bey də salamlayıram. Elə yaxşı olar ki, Arif Bey bu həm məclisin başkanıdır, həm də demək ki, bu günləri tədbirdə özü də bu işdə uzmandır. Arif Bey buyursunlar, konuşsunlar. Mən də elə öz növbəmdə danışarım. Buyurun. Arif Bey'den üstü şəxsin bildirəm. Bir məsələdə mən oturum, biz iki platformadan indi canlı yayımımız gedir. ITV TV ki, demək olar, bir oradan bir də YouTube'dan onları da salamlayıram. Buyurun Arif Bey, bayramımız mübarək olsun. Həm Qurban Bayramı, həm də demək olar Xalq Cumhuriyyət Bayramını. Buyurun sizdən işte. Çox sağ olun. Təşəkkür edirəm. Mən də sizin bayramlarınızı təbrik edirəm. Bugün 28 may Azərbaycan xalqının tarixində çox böyük bir hadisənin 108-ci il dönümüdür. Əslində bizim xalqımız, millətimiz çoxlu dövlətlər yaradıb, imperiyalar yaradıb, amma Azərbaycan Xalq Cümhuriyyətinin yaranması həm bütövlükdə Şərq dünyası üçün, İslam dünyası üçün, o cümlədən Türk dünyası üçün yeni bir hadisə idi. Hətta Osmanlı İmperiyasını quran, çoxlu imperiyalar yaradan Anadolu türklərindən əvvəl, Türkiyədən əvvəl Azərbaycanda Xalq Cümhuriyyəti qurulmuşdu ki, bunu böyük Atatürk də öz yazılarının birində qeyd etmişdi ki, Azərbaycan Cümhuriyyəti Türkiyə Cümhuriyyətindən bir neçə il əvvəl yaranıb. Bu çox böyük bir hadisə idi. Yəni Azərbaycan ərazisində, Cənubi Qafqazın əksər ərazilərində 114 min kvadrat kilometr bir ərazidə əvvəla bir Azərbaycan Türk Cümhuriyyətinin qurulması, eyni zamanda bu cümhuriyyətin, bu respublikanın demokratik bir respublika olması, azad bir respublika olması çox böyük bir tarixi bir hadisə idi və bu hadisənin dəyəri yəqin ki, zaman keçdikcə daha artıq şəkildə bilinəcək, bəlli olacaq. Yəni bizim xalqımız hələ bundan 108 il əvvəl Böyük Məhəmməd Əmin Rəsulzadənin başkanlığında Musavat Partiyasının təşkilatçılığı ilə eyni zamanda Azərbaycan xalqının iradəsinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaratmağa, yəni bir demokratik dövlət yaratmağa nail oldu ki, biz bununla fəxr edirik, biz bununla qürur duyuruq və əslində bizim xalqımız xoşbəxt bir xalqdır ki, 108 il əvvəl çox mühüm bir, çox çətin bir məqamda, çox mühüm bir regionda biz bir xalq cümhuriyyəti yaratmağa nail olmuşuq. Bu çox böyük əlamətlər bir hadisədir və Böyük Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi həmin dövrdə qısa müddət olsa da, yəni cəmi 23 ay davam etsə də, bu cümhuriyyət Azərbaycan xalqına bir demokratiya dadızdırdı. Demokratiyanın üstünlüklərini, azad cəmiyyətin üstünlüklərini, xalqın iradəsi ilə hakimiyyətin formalaşması, azad seçkilər, xalqın rəyinin bütün məsələlərdə nəzərə alınması, başlıcası isə insanlara hürriyyət, millətlərə istiqlal şüarı altında fəaliyyət göstərən bir dövlətin İslam dünyasında, müsəlman dünyasında qurulmasının mümkünlüyünü ortalığa qoydu. Dövr çox çətin bir dövr idi, çox ağır bir dövr idi. Çünki dünyanın bir çox imperiyaları Azərbaycan adlı bir dövlətin olmasını belə istəmirdilər. Bu əraziyə çox böyük maraq vardı. Həmin dövrdə Azərbaycan dünya neftinin böyük bir hissəsini istehsal etməyə başlamışdı. Eyni zamanda bu əraziyə iddia edən bir çox qonşu xalqlar mövcud idi. O cümlədən dünya imperiyaları bu ərazidə
müstəqil bir dövlətin qurulmasını, azad bir dövlətin qurulmasını istəmirdilər. Bununla belə o vaxt Böyük Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdan bəy Topçubaşov, Nəsib bəy Usufbəyli, Fətəli xan Xoyski kimi böyük şəxsiyyətlər bu ərazidə bir cümhuriyyət yaratmağa, dövlət yaratmağa, bir nümunə olan bir dövlət yaratmağa nail oldular. Yəni, müqayisə üçün deyim ki, həmin dövrdə Azərbaycanda cəmi 84 nəfər ali təhsilli adam vardı. Yəni, cəmiyyət kifayət qədər mövhumat içərisində olan bir cəmiyyət idi və hər tərəfdən baskılar vardı, ərazilərimizə hər tərəfdən iddiaları vardı. Rusiya Bakı quberniyası adı altında Abşeron yarımadasını ələ keçirtmək istəyirdi. Eyni zamanda həm Ermənistanın, həm Gürcüstanın, həm İranın Azərbaycana qarşı iddiaları vardı. Böyük Britaniyanın Azərbaycana qarşı, Azərbaycan ərazilərinə qarşı iddiaları vardı. Yəni, belə bir şəraitdə Məhəmməd Əmin Rəsulzadə, onun silahdaşları, Müsaad Partiyası bu ərazidə həm müstəqil bir dövlət qurmağa nail oldular, onun bir ərazisini müəyyənləşdirdilər. Eyni zamanda burada demokratik bir dövlət, azad bir dövlət, nümunəvi bir dövlət yaratmağa nail oldular ki, biz bununla fəxr edirik, qürur duyuruq. Bugün doğrudan da Azərbaycan xalqı üçün ən möhtəşəm bir bayram günüdür və bu bayram günü münasibəti ilə mən bir daha həm sizləri, eyni zamanda bizi dinləyən bütün dinləyiciləri təbrik edirəm. Çok bilirəm, dəyərli Sayın Arif Fazlı Dağlardan. Əjdar bəy, buyurun sizi də eşidək. Sizin eşidəndən sonra bir qısa filmimiz yəni bizim bu məsələyə görə varımızda 2 dəqiqəlik onu bərabər görüb danışımıza davam edəcək. Buyurun dəyərli Əjdar bəy. Təşəkkür edirəm Araz bəy. Arif bəy, sizin də yenidən bayramınız kutlu olsun. Yəni Azərbaycanda o zaman o qaranlıq dövrüdür. Hər tərəfdən Rus imperiyası cələhlənmiş halda belə Azərbaycana qarşı deyək ki, Bolşevik ordusu bir tərəfdən, Çarın tişaparaları Denikindən, kimlərdən bir tərəfdən Azərbaycanı hər tərəfdən qomaramışdılar. Bu tərəf, bir tərəfdən Qarabağda bu erməniləri və ha belə İran adlanan yerdən İngilistandan da, İngiltərədən də, Britaniya gücü də Thompson kimi gəlib girmişlər Azərbaycana. Özlərini demək ki, buranın maliki hesab edirdilər və Azərbaycanda belə bir cumhuriyyətin yaranması, təhsil İslam dünyası yox, yəni bu günləri də 67 dənə var olan İslam dövlətləri hələ özlərini bu gündə başları bəlada, demokrasidir, dünyəviçilikdir, parlamentarizmdir, insan haqlarıdır, qadın haqlarıdır, ondan sonra başqa millətlərin haqlarıdır filan. Hamısında bu günləri demək olar ki, əbtərdilər, ya da axsaqdılar. Amma o zaman da belə bu bölgədə, dünyanın bu tərəfində bir dənə xalq cumhuriyyəti, demokratik, çağdaş, dünyəvi, parlamentarist bir cumhuriyyəti, yəni diyaloqa qapısı açıq və bütün demək ki, Azərbaycanda olan, belə demək olar ki, başqa millətlərdən olan və etniklərdən olan dini mənsubiyyəti nədirsə, ondan sonra etnik mənsubiyyəti nədirsə, bunların hamısına izin verilmişdi və bunlar çox zamanlarda deyirlər, indi də bəzi adamlar, o nə parlamanıdır, ora daşnaq da girmişdi, yəni kommunistlər də orada at oynadırdılar, demək ki, və yaxud filan qruplarda, yox, at oynatmırdılar. Təhsə qanunlar çərçivəsində bunlara haqq verilirdi. Burada pluralizm var idi, çoxunçuluq, pluralizm və demək ki, toleranslıq var idi. Axır dəqiqəyə kimi Məhəmməd Əmin bəy Rəsulzadə də və onun silahdaşları da, Əli bəy Topçubaşov da, Xoylu bəy də və demək ki, hamısı axır dəqiqəyə kimi demək ki, diyaloqun və səsin, oyun səsin demək ki, orada belirlənməsinin də demək ki, tərəfdarı idilər. Yəni, baxın, görün ki, o zaman ki, Ruslar qardaş adı ilə, fəhlə adı ilə, eşit hüquqlar adı ilə gəlib dayanmışdılar Dərbəndə, Yalamada Azərbaycana soxulmaq istəyirlər. Təəssüflə bunu açıq demək lazımdır. Azərbaycanda da belə deyək də, zarafat şəxsiyyətlər yox, tanınmış Nərimanov kimi adamlar vardı. Düzdür, bu günləri gətirirlər, çalışırlar ki, indi onun psiyaxçısı özünə aid, amma onu gətirib Məhəmməd Əmin bəy Rəsulzadə ilə eyniləşdirmək, yəni bunu demək ki, birdən hələ də bu xəstəlikləri var. Xronik bir xəstəlik vardı hələ də, demək, bu cumhuriyyətin varlığından. Amma bu Azərbaycanlıları 74 sənə özəlliklə, Azərbaycanı parçalayandan sonra bu 200 il içində özəlliklə bolşeviklər dönəmində
işğalçı, şovinist, bu Rus sosial emperyalistlərin dönəmində Azərbaycanı gözüm sıxıya saldılar. Və Azərbaycanı belə yetim uşağa çevirdilər ki, yəni əl üzdə bir qızıl var, altın var, at yerə, o xıqdır, sən götürmə. Niyə ki, özləri, yəni bu günlərdə belə də sıxırlar, dünyada olan cinayətkarlardan, Mussolindən, Hitlerdən və başqalarından bir ad aparırlar ki, deyirsən ki, dəngör, Stalin'i də onun yanına qoyun da. Stalin demək olar ki, tarixdə ən böyük cinayətkarlardandır. Ən böyük cinayətkarlardan. Dünyada fatihləri bəzi vaxt gətirib qoyurlar, böyük fatihləri belə bir adamlarla yan yana. Bu adam coşurmaya fəsadıdır. O milyonlarca adam öldürüb. Özəlliklə Azərbaycanlıları. Azərbaycanda dəfələrlə bu bolşeviklər, bu ruslar və onların qalıntıları demək ki, cinayətə və bir türlü soyqırıma əl atırlar. Özləri bəsləyirmiş kimi küçləyiblər demək ki, bu erməniləri, görünür ki, bu gün ermənilərin bəzi vaxtda deyirsən ki, qoy çəksinlər, cəzalarıdır. Rus əl çəkmir bunlardan. Nökərdən əl çəkmir, kütüyənindən əl çəkmir. Deyirsən ki, görürsünüz, sizdən əl çəkmir. Bu cəzanızdır. Ona görə Azərbaycana qarşı bu varlı dövlətli Azərbaycana, bunu hamı bilirdi. Varlı dövlətli Azərbaycana qarşı onu da deyim ki, yəni bu Vladimir İliç Lenin ki, belə deyək, ay çıxmışdı, beçara o Marksa da rəhmət eləmədi, o Marksla Engelsə də. Yəni o Almaniya, Fransa, İngiltərədə o zaman ki, o söhbətlər gedirdi, onların da içindən bir eybəcər bir dənə fikir çıxartdı, bu adam çox belə terörist bir adamıdır, ay qardaşının haqqını isə hər nə mənə. Cinayətkarın biri idi, bir dənə eybəcər qurum yaratdı və özəlliklə Azərbaycana qarşı, başqa millətlərin də, yəni Türk dünyasının tamamilə bütövlükdə üstünə gəldilər və Azərbaycanda dəfələrlə demişəm, 100 dəfələrlə bu 40 sənə içində yenə deyir, böyük cinayətkarıdır Lenin. Əmr eləyir ki, ya Azərbaycanı tutun, ya da o Kirofa, ondan sonra Orjanetçisiya, o birisiləri deyir, ya tutun, ya da yandırın. Və bu təhsil adam ki, orada demək olar ki, öz dövləti ilə, təşkilatı ilə, musavatla təhsil adam ki, hamıdan ayıqdır, Rəsulzadə idi. Rəsulzadə demək ki, Nəriman Nərimanov şaka adam deyirdi. İndi o Əleydər Qalayevin bəzilərinin adları çıxıb yox edə cinayətkardılar. Amma Nəriman Nərimanov demək ki, öz adı ilə, sanı ilə irtiziya, işğala xidmət elədi və onlara demək ki, bir vilsə yaratdı. Amma Rəsulzadə onun sinəsinə vuraraq dedi ki, bu emperyalistdir gəlir. Bunlar işğalçıdırlar, gəlirlər. İşğalçıdırlar, gəlirlər. Axır dəqiqəyə kimində dayandılar və axır dəqiqəyə kimin bir şey ərz edeyim onu mən, bir ərz edeyim onu bitirim. Yəni, bir sətr ərz edeyim bitirim. Azərbaycanda bu dövlət, bu cumhuriyyət demək olar ki, düzdür, Qarabağda bizim ordu, bu məmləkətin ordusu savaşırdı Qarabağda və qalib də gəlirdi. Az qalırdı, bir şey qalmırdı. Amma hər zaman diyaloq, danışıq, söhbət, hər zaman, o da məclisdə. Və elə demək ki, Tamsonu da, İngilisləri də su-üzülə yola saldılar. Danışıqla, Osmanlı ilə dil tapdılar. Və demək ki, hər tərəfinə danışmaqla, hətta demək ki, bu Rus bolşevikləri ilə, amma Rus bolşevikləri işğal etdilər ki, heç, Sayın Araz bəy, Azərbaycan o qədər varlı dövlətli idi. 6 ay Azərbaycanı hələ birbaşa deyirək qarət elədilər. Qızılın, neftin, ondan sonra taxılın 6 ay qarət elədilər. Bunlar qarətsidirlər. İşğalçı və qarətçi. Bayramınız qutlu olsun. Küllü millətimizin bayramı mübarək olsun. Buyurun. Sizlə bərabər mən təşəkkür edirəm. Bir daha bizi ITV TV-dən izləyənləri, özəlliklə Amerikada, Kanadada, əlbəttə internet vasitəsilə bütün dünyada bizi izləyənləri də salamlayıb, hər vaxt xeyir olsun deyirəm. Bir dənə qısa bizim videomuz vardı. 2 dəqiqəlik, onu bərabər görək. Əlbəttə mən dəyərli soydaşlarıma deyim, bizim bu haqda verilişdən sonra başqa proqramlarımız var. Onlar da yayılacaq. Dostlarımız əgər Xalq Cumhuriyyət Partiyası üçün çox istəsələr bilsinlər, videolarımız ya filmlərimiz o haqda dostlarımız zəhmət çəkib hazırlayıblar. Həm TV-də, həm YouTube kanalımızda fikir eləyəm. Bu günlərimizi YouTube kanalımızın biraz sonuna verilişə ehtimalı çox ola. Dostlarımız oradan da izləyə bilərlər. 18-ci il mayın 28 1918-ci il mayın 28-də Müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurası İstiqlal bəyannaməsini imzaladı. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Səməd bəy Mehmandarov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli,
Əliağa Şıxlınski, Həsən bəy Ağayev və digər şəxsiyyətlər tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika idi. Beləliklə, Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, xalqımızın çox əsrlik dövlətçilik ənənələrini davam etdirdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı. Dövlət quruculuğu sahəsində mühüm işlər görüldü. Dövlət atributları, sərhədlər müəyyən edildi. Müstəqil Azərbaycan Cümhuriyyəti 23 ay ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. 1920-ci ilin aprelin 28-də Bolşevik işğalından sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Şərqin ilk demokratik respublikası 23 ay yaşamasına baxmayaraq, Azərbaycan dövlətçiliyi naminə atılan ilklər və tarixi qərarlarla yadda qaldı. Hətta Şərqdə qadınlara ilk dəfə səs vermə hüququ da məhz həmin dövrdə verildi. 100-dən çox azərbaycanlı tələbə oxumaq üçün xaricə göndərildi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Bugünkü müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olaraq Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiq qalır və daha da inkişaf etdirir. Qeyd edək ki, müstəqillik günü 1991-ci ildən 2021-ci ilə qədər Respublika günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə müstəqillik günü haqqında yeni qanun qəbul olundu. Prezident İlham Əliyevin müstəqillik günü haqqında qanunu təsdiqləməsi ilə 28 may Respublika gününün adı dəyişdirilərək müstəqillik günü elan edildi. Mən bir daha təşəkkür edirəm dəyərli və sevgili soydaşlar. Burada bizləndirlər. Mən elə ilk sualımı Arif bəydən belə soruşum. Əziz Arif bəy, bugün Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hansı dəyərlərini davam edir? Mən elə ilk sözümdə dedim ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük üstünlüklərindən biri ondan ibarət idi ki, bu təkcə müstəqil bir dövlət deyildi. Bu həm də demokratik bir dövlət idi, azad bir dövlət idi. Azərbaycan xalqı 20-ci əsrin sonlarında, 21-ci əsrin əvvəllərində ciddi uğurlara nail olub. Əvvəla biz 80-ci illərin sonundan başlayan xalq hərəkatı nəticəsində Əbülfəz Elçibəyin liderliyində aparılan xalq hərəkatı Azərbaycan xalqının iradəsi ilə müstəqilliyimizin bərpasına gətirib çıxartdı ki, bu bizim xalqımızın çox böyük uğurlarından biridir. Bəzi hallarda deyirlər ki, güya Azərbaycan öz müstəqilliyinə avtomatik olaraq SSR-nin dağılması nəticəsində nail olub. Hətta Belovetskaya Puşkada imzalanan Rusiya, Ukrayna, Belarus liderlərinin imzaladığı sənəd əsasında güya Azərbaycanın və digər keçmiş Sovet Respublikalarının müstəqilliyinə nail olduğunu elan etdilər. Amma bu həqiqətə uyğun deyil. Çünki Azərbaycan öz müstəqilliyini bu hadisədən xeyli əvvəl avqust ayının 30-unda, 91-ci ilin avqust ayının 30-unda müstəqillik bəyannaməsi olaraq elan etmişdi. 91-ci ilin oktyabr ayının 18-də elə sizin indi səsləndirdiyiniz reportajda deyildiyi kimi Azərbaycanın müstəqilliyi Xalq Cümhuriyyətinin varisi olaraq Azərbaycan parlamenti tərəfindən bərpa edildi. Yəni, əslində Belovetskaya Puşkada baş verən hadisə dağılmış SSR ilə əlaqədar olan faktın konstatasiyası idi. Yəni, buna qədər artıq əksər respublikalar öz müstəqilliyini elan etmişdilər və artıq SSR faktiki olaraq dağılmışdı. Yalnız Belovetskaya Puşkada dekabr ayında bu məsələ öz məntiqi sonluğuna gəlib çatdı. Yəni, SSR-nin parçalanması, müstəqil respublikaların yaranması Belovetskaya Puşkanın nəticəsi deyil. Əksinə, Belovetskaya Puşka SSR-nin dağılmasının nəticəsidir. Yəni, bu dövlət artıq yox idi. Müstəqil respublikalar, hətta məsələn Qazaxıstan, Orta Asiya respublikaları da öz müstəqilliyini elan etmişdilər. Yəni, yalnız bundan sonra Belovetskaya Puşkada belə bir sənəd imzalandı. Biz 92-93-cü illərdə Azərbaycanda Xalq Cümhuriyyətinin bütün atributlarına uyğun olan bir dövlət qurmağa cəhd göstərdik və açıq cəmiyyət yaratmağa cəhd göstərdik. Ölkədə hüquqi dövlət, demokratik cəmiyyət yaratmağa cəhd göstərdik və əgər Məhəmməd Əmin Rəsulzadənin təbirincə desək,
92-93-cü illərdə biz yenidən Azərbaycan xalqına bir demokratiya dadızdırdıq. Yəni çox partiyalı sistem mövcud idi. Sərbəst toplaşma azadlığı mövcud idi. Yüzlərlə müstəqil qəzet qeydiyyatdan keçmişdi, fəaliyyət göstərirdi. Yeni partiyalar yaranırdı. Parlamentdə müxtəlif partiyaların nümayəndələri vardı. Cəmiyyətdə, parlamentdə ictimai diskussiyalar gedirdi. Qısa müddət ərzində Azərbaycanda dövlətə aid olan bir çox institutlar, məsələn, Azərbaycan ordusu, Azərbaycan gömrüyü, Azərbaycan sərhəd qoşunları, Azərbaycanın milli valyutası, Azərbaycanın vergi sistemi, yəni bir çox bu istiqamətlərdə addımlar atılırdı, islahatlar aparılırdı ki, təəssüf ki, 4 ilin qiyamı nəticəsində bizim açıq cəmiyyət yaratmaq, azad cəmiyyət yaratmaq, konkret olaraq sizin sualınızda olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bir Azərbaycan dövləti qurmaq istiqamətindəki fəaliyyətimiz yarımçıq qaldı və təəssüf ki, bugün də yarımçıqdır. Azərbaycan xalqının 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində başqa da uğurları olub. Elə qeyd etdim ki, 90-cı illərdə Azərbaycanın bir çox dövlət institutları yaranmağa başladı və bu proses müəyyən dövrdə, müəyyən çətinliklərlə üzləşsə də davam etdi və faktiki olaraq Azərbaycan dövlət quruculuğu prosesi bundan sonraki dövrdə dayanmadı. Yəni problemlərlə üzləşsə də, amma davam etdi. 21-ci əsrdə isə Azərbaycan xalqının ən böyük uğuru Azərbaycanın ərazi bütövlüyünə nail olması oldu. Biz 20-ci ildə Azərbaycan xalqı Azərbaycan ordusuna verdiyi dəstək nəticəsində, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində, Azərbaycanın haqlı və beynəlxalq hüquq normalarına uyğun olan addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyünə nail olduq ki, bu xalqımızın əldə etdiyi çox böyük bir nailiyyətdir, tarixi bir nailiyyətdir və tarixən yaddaşlarda qalacaq və Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yazılacaq bir hadisədir, 44 günlük müharibə və orada bizim qələbəmiz. İndi bizim xalqımızın qarşısında yenə də ciddi problemlər və ciddi vəzifələr durur. Əslində xalqımızın böyük bir idealı həm də bütöv Azərbaycanın yaradılmasıdır. Yəni Azərbaycan xalqının az bir hissəsi Şimali Azərbaycanda, Demokratik Azərbaycan Respublikasında, Azərbaycan Cümhuriyyətində yaşayır. Azərbaycan xalqının böyük bir hissəsi, 4də 3 hissəsi indi İran adlanan ölkədə yaşayır və təbii ki, biz bu xalqımızın bu böyük bir hissəsinin tam azadlığına nail olmamış, onların milli hüquqlarının, siyasi hüquqlarının təsbit edilməsinə nail olmamış, qarşımızda duran milli vəzifələrin həyata keçməsinə nail olduğumuzu iddia edə bilmərik. İlk növbədə isə biz Azərbaycan Respublikasında demokratik bir dövlətin, azad bir dövlətin, hüquqi bir cəmiyyətin, hüquqi bir dövlətin yaranması istiqamətində fəaliyyətimizi davam etdirib buna nail olmalıyıq. Əgər Azərbaycan Respublikasında azad bir cəmiyyət olsa, inkişaf edən bir cəmiyyət olsa, bu təbii ki, güneydə yaşayan soydaşlarımız üçün də cəlbedici olacaq və onlar da azadlıqlar, demokratiya uğrunda mübarizəyə daha çox stimul almış olacaqlar. Yəni, milli məfkuranın inkişaf etməsi üçün Azərbaycan Respublikasının inkişaf etməsi, Azərbaycan Respublikasının demokratik bir dövlətə, azad bir dövlətə, inkişaf etmiş sivil bir dövlətə çevrilməsi lazımdır ki, bizim qarşımızda duran əsas milli vəzifələrdən biri də indi budur. Və ən böyük indiki dövrdə Azərbaycan Respublikası qarşısında, bizim cəmiyyətimiz qarşısında duran vəzifə təbii ki, Azərbaycanda demokratik bir cəmiyyətin cümhuriyyət dəyərləri əsasında fəaliyyət göstərən bir dövlətin qurulmasıdır. Burada elə sizin verdiyiniz reportajda da 1991-ci il 18 oktyabrda Azərbaycan Xalq Cümhuriyyətinin bərpa olunması istiqamətində qəbul edilən qanunlardan, konstitusiya qanunundan danışıldı. Sonraki mərhələdə həmin dövrdə bizim qəbul etdiyimiz konstitusiya qanunu bütövlükdə Azərbaycan Respublikasının konstitusiyasına da daxil edilibdir. Yəni bu baxımdan Azərbaycan Respublikasının konstitusiyasına görə bugünkü Azərbaycan dövləti və mənə elə gəlir ki, bu ən düzgün qərar, ən düzgün addımlar olub. Xüsusilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən qüvvələr qarşısında əsas sipərlərdən biri də ondan ibarətdir ki, həmin dövrdə əvvəla Azərbaycanda separatçı hərəkat
burada bir qondarma müstəqil dövlət elan etməmişdən daha əvvəl Azərbaycanın SSR-dən çıxması ilə əlaqədar hələ avqust ayının 30-unda müstəqillik bəyannaməsi qəbul edilibdir. Ondan sonra 18 oktyabrda belə bir konstitusiya qanunu qəbul edilib və Azərbaycan bütövlükdə, yəni Azərbaycanın indi mövcud olan 86,6 min kvadrat kilometr ərazisi ilə SSR-dən çıxmaq barədə qərar qəbul edibdir. Bunlar hamısı çox mühüm və vacib məsələlərdir və Azərbaycan konstitusiyasına görə əgər Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidirsə və bu belədir, bu konstitusiya ilə, referendum vasitəsilə, xalqın iradəsi ilə müəyyənləşmiş bir, təsbit olunmuş bir qanundur. Biz təkcə bu Cümhuriyyətin dövlət atributlarını yox, eyni zamanda orada idarəçilik sisteminin də varisi olmalıyıq. Yəni, Cümhuriyyət dəyərləri Azərbaycanda bərqərar olmalıdır. Azərbaycanda nəhayət azad seçki sistemi qurulmalıdır. Azərbaycanda gerçək bir hakimiyyət bölgüsü həyata keçirilməlidir. Azərbaycanda bütün sahələrdə bərabər hüquqlu rəqabət şəraiti yaradılmalıdır. Azərbaycanda monopoliyalara son qoyulmalıdır. Yəni, bütün məsələlərin həll olunması üçün insan hüquq və azadlıqların təmin edilməsi zəruridir. Sərbəst toplaşma azadlığının təmin edilməsi, Azərbaycanda söz və ifadə azadlığının təmin edilməsi çox vacib məsələlərdən biridir. Yəni, 21-ci əsrdə Azərbaycan Respublikasında bundan 108 il əvvəl demokratik bir cümhuriyyət qurmağa nail olmuş, nümunəvi bir dövlət qurmağa nail olmuş xalqın indiki dövlətində yüzlərlə siyasi məhbusun olması, söz və ifadə azadlığının təqib edilməsi, sərbəst toplaşma azadlığının faktiki olaraq aradan qaldırılması təbii ki, yol verilməzdir və cəmiyyətimizin inkişafına mane olan əsas amillərdən biridir. Yəni, tarix sübut edir və digər dövlətlərin təcrübəsi də, inkişaf səviyyəsi də, inkişaf mərhələləri də təsdiq edir ki, demokratik idarəçiliyin qüsurları, fəsadları olsa da, hələlik bəşəriyyət bundan daha yaxşısını icad etməyib. Və əgər hansı ölkə demokratik bir ölkə deyilsə, orada ciddi bir inkişaf yoxdur, orada rifah halı yüksək deyil. Məsələn, konkret götürək, elə heç Azərbaycandan kənar, məsələn, götürək Nigeriyanı. Dünyanın ən çox neft ehtiyatları olan dövlətlərindən biridir və dünyanın ən acınacaqlı vəziyyətdə yaşayan xalqlarından biri də məhz Nigeriya əhalisidir və bu da orada demokratik idarəçilik sisteminin olmaması ilə bağlıdır. Bir çox hallarda bu nümunə göstərilir. Şimali Koreya və Cənubi Koreyanın inkişaf səviyyəsi, orada xalqın rifah vəziyyəti müqayisə olunarkən açıq aydın demokratik cəmiyyətlə avtoritar cəmiyyətin arasında olan fərqin, azad bazar iqtisadiyyatı ilə avtoritar idarəçilik sisteminin, monopoliyalarla qərargah və hüquqlu rəqabət şəraitinin arasında olan fərqi məhz Şimali Koreyanın inkişaf səviyyəsi ilə Cənubi Koreyanın inkişaf səviyyəsini müqayisə edərkən açıq şəkildə görmək olur. Elə məsələn götürək Almaniyanı. Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası bir müddət fəaliyyət göstərdi 10 illiklər ərzində və bu 10 illiklər ərzində Almaniya Federativ Respublikası Almaniya Demokratik Respublikasına nisbətən qat-qat inkişaf eləmiş bir dövlət idi. Baxmayaraq ki, Almaniyanın birləşməsi üzərindən artıq təxminən 35 il müddət keçib, hələ də Almaniya Demokratik Respublikası istiqamətində olan Almaniyanın şərq hissəsinin inkişaf səviyyəsi Almaniyanın qərbinin inkişaf səviyyəsinə qədər yüksəlmir. Çünki bu ərazidə avtoritar idarəçilik sistemi olub. Yəni, bütün bu dünya təcrübəsi ortalıqda ola-ola 21-ci əsrdə avtoritar idarəçilik sistemini davam etdirmək niyyəti təbii ki, xalqın və dövlətin mənafələrinə zidd olan, dövlətçiliyə zidd olan bir siyasətdir. Ona görə bizim qarşımızda duran ən böyük ümummilli vəzifələrdən biri də Azərbaycanda demokratik bir dövlətin, demokratik bir cəmiyyətin qurulması istiqamətində fəaliyyətimizi davam etdirməkdir. Biz buna inanırıq, biz buna əminik. Müsaad Partiyası olaraq biz bu istiqamətdə fəaliyyət göstəririk və biz inanırıq ki, öz ərazi bütövlüyünə nail olmuş xalq bu ölkə ərazisində hüquqi bir dövlətin, demokratik bir cəmiyyətin qurulmasına da nail olacaq.
Bəli, Arif bəydən mən təşəkkür bildirəm verdiyi izahatlara görə. Sancar bəy, aynı sual sizdən də keçərlidir. Yəni həm Arif bəyin sözlərinə necə münasibətiniz olsa, həm bu gün Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hansı dəyərlərini davam edir, ya nə qədər sizi razı saxlayıb, nə qədər sizi bu məsələ üçün narazısınız bu cür deyək. Buyurun. Demək 20-ci əsrdə, 20-ci əsrin başlanğıcında, yəni biz bir millət olaraq alniyasıq girdik o əsrə. Yəni 18-ci ildən Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması böyük hadisə idi. Yəni bu bölgədə, bu demək fərq etməz Asiyanın harasında olsun ya Avropanın bir hissəsinin böyük hissəsində yuxarıda Rus imperiyası bir 20 milyon kvadrat kilometr hələ deyək o vaxtda kişnəyirdi, aşağıda irticaçılıq, möhumatçılıq və bölgədə nə durum nə idi? Emperyalist dövlətlər at oynadırdılar və hər kəs özü bölürdü, özü kəsirdi. Misal üçün İngiltərə və Fransa bir Sykes-la Picot vardı, onların əlinə bir qələm vermişlər, nə cür cızırsınız, xaritəyə baxsınız görərsiniz. Hardan cızırsınız, hardan kəsirsiniz, belə edin. Amma Azərbaycanın baxmayaraq ki, hələ demək ki, 1800-cü illərin əvvəllərində parçalamışlar, Azərbaycanlılar heç vaxt ona razılıq vermədilər. Hətta sonralar da belə, yəni Ruslar tarixin o əsas yerlərini gizlədirlər. Bu Dəli Pyotr, birinci Pyotr. Gələndə ki, Azərbaycana doğru, Azərbaycanlılar dişlə, dırnaqla ona qarşı, o adam ki, Avropada hər yanı gedirdi, demək ki, İsveçlilərlə, başqalarla savaşda belə qalib çıxırdı, amma Azərbaycanda ona qan utdururlar. Hətta demək olar ki, bu kətlərin birində bir gecədə onun 400 saldatını öldürürlər və ta Əncəliyə yetişənəcək, demək ki, onun canında tüy qoymurlar, o qayıdıb qaçır, Bakıya da girə bilmir. Yəni, Azərbaycanlılar heç vaxt bu parçalanma ilə barışmadılar və demək olar ki, bu Rusiyadan da ayırma məsələsinə gələndə, yəni Birinci Dünya Savaşı başlamadan belə Azərbaycanlılar bu tədarükü görürdülər. Və demək, Azərbaycanda güclü bir milli, ədəbi, siyasi intibah dövrü gedirdi. Hamısı savadlıydılar. Avropa görmüş, Türkiyəni və Məhəmməd Əmin bəy Rəsulzadə böyük bir şəxsiyyətdir. Demək olar ki, o zaman istərsə Birinci Dünya Savaşı öncəsi və Birinci Savaşda demək ki, kül Rusiyanı tanıyırdı. Gənc olmağına baxmayaraq, belə cəsarətə və şəcaətə və beynin o demək ki, fırtınalı dönəmdə o beynin belə güclü olmasına Rusiyada o zaman müsəlman türklər deyirdilər. Bütün orada hər nə təşəkkül tapırdı, Məhəmməd Əmin bəy oradaydı. Sonra İran adlanan yerdə, o demək ki, gərgin dönəmdə və İran adlanan yerə demokrasi düşüncəsini bu İran adlanan yerdə əsas o adamlar ki, siyasətin və siyasi milli ədəbiyyatın onların başda gedirlər, deyirlər o demokratik düşüncəsini birinci dəfə Rəsulzadə gətirdi. Və o məşrutə dönəmində o konstitusiyanı ya birbaşa Rəsulzadənin qələmi iləndir, ya da demək ki, əsas orada rolu oynayıb Rəsulzadə. Və terrora, terrorçılığa getmir Rəsulzadə. Rusa qarşı savaşır və Rus da onu demək ki, hər yanda izləyir, hər yanda demək ki, onun ardınca və İran adlanan yerdə hələ oradakı demək ki, qiyamət idi, oradan çıxartmağa nail olur. Amma Rəsulzadə orada da hər tərəfli Azərbaycanın güneyini demək ki, tanımağa çalışır və çalışır ki, orada məşrutəçiliyi, yəni irticaçılıq, möhumatçılığın qarşısında demək ki, məşrutəçiliyi parlamanın və o əsas bünövrələrini qoymağa çalışır. Baxmayaraq ki, gənc idi, orada sümüklü siyasətçilər də var idiler. Amma onlar bunun yanında doğrudan da, mən demirəm, onu Seyid Həsən Tağızadə deyil, tanınmış bir adamdır, savadlı, ondan belə çox zirəng və dəfələrlə də demək balıq kimi cinayətkarlar əlindən sürüşən, amma Rusa, İngilisə hizmət veribdi. Amma Rəsulzadə qarşısında özü deyil. Deyil, bu peyğəmbər kimin adamdır bu adam, Rəsulzadə. Yəni demək ki, bunun kitabları, yazıları Seyid Həsənin bəllidir. Amma Rəsulzadə qarşısında hesab. Rəsulzadə Osmanlıya da gedir. Osmanlıda da demək ki, yenə də hamıdan bir baş bir boyun ucadır. O zaman Osmanlı qaynayır. O hər tərəfli və İkinci Dünya Sovetin dağılmasında, Cumhuriyyətin yaranmasında, sonra İkinci Dünya Savaşında yenidən Avropada hər yana gedir demək ki, Rəsulzadə, sonra Türkiyəyə qayıtması öz izini buraxır, beyni çalışır və yeniləşir, çağdaşlaşır, dünya ilə əyaqlaşır, bağdaşır əyaqlaşır. O 1918-ci ildə bünövrə qoyulan o bünövrəyə əsas sadiq qalır, hər zaman sadiq qalır.
və heç vaxt da demir ki, peşman oldum, səhv elədi, yox. Hər zaman axır saniyədək, yəni orada bayaq da siz o filmdə də göstərdilər. Ay, bu günləri dünyada qadın hərəkatı, bu İran adlanan yerdə qadınlar və Əfqanistanda və bölgədə nə durumdadılar bəllidir. Qadınlara birinci Azərbaycanda haqq verir. Əgər indi bu günləri çıxıb birlikdə danışanda Avropada demək ki, çeşitli yerlərdə deyir, nə, harda Azərbaycanda o zaman. Və cumhuriyyətçilik, hələ bizim demək ki, öz məmləkətimizdə Azərbaycan Cumhuriyyətində bugün birində demək olar ki, günahları da bəlkə yoxdur. Rəsulzadə deyirlər və Əbülfəz Elçi bəy deyirlər. Amma deyirsən, onun mahiyyəti nədir? O nəyi ehtifa edirdi onların fikirləri? Nə deyirdilər? Cumhuriyyətçilik deyirdilər. Parlament deyirdilər, seçki deyirdilər, demokrasi olmasa olmaz deyirdilər. Və demək Rəsulzadə demişkən demək insanlara hürriyyət, millətlərə istiqlal. İstiqlal sözü Rəsulzadədən doğrudan da ayrı düşmüş. Hələ mənim yadıma gələn 120-dən artıq bunun kitablar, yazılar, onlar ki, hələ günüzü görüb da, məqalələri, hələ jurnallar falan, hamısına baxanda həm yeniləşir bu fikirlər, mən demirəm, o demək ki, qarşı olan tərəflər yazılarında hər zaman deyirlər. Həm fikirlər yeniləşir, həm də dünyanın, gəlişmiş dünya ilə, Avropanın göbəyindən belə bağdaşır demək ki, gəlişmiş fikirlərlə. Yəni bu günləri mən kimsəyə ağıl öyrətmən, ağıl hocası deyirəm, amma bu günləri biz deyirik Avropa, yaxşı, demək ki, onda gərək biz də o kuralları qəbul edərik. Biz birincilərdən olmuşuq, o bünövrəni qoymuşuq. Oturub mən sadalasam Avropa nə gündəydi o zaman hələ, bir-birini didmişdilər, bir-birini birinci dünya savaşı, bir-birini pis günə qoymuşdular. Amma elənsi bir zamanda otun əlağın içində Azərbaycanda, hətta Azərbaycanda düşmanlara mikrofon verib, söz verib parlamenda, gəlin fikrinizi deyin, gəlin burada danışıqla həll edək, diyaloqla həll edək, ondan söhbət edək də, iç savaşa getməyək. Amma buna rağmen yenə də görürsən ki, bu günləri də Azərbaycanda Sayın Arif bəy də söylədilər. Yəni vətəndaş səmiyyəti, yəni hər bir vətəndaş başa düşməlidir ki, cumhuriyyət yəni nə? Cumhuriyyətçilik yəni nə deməkdir? Parlamentaristi fikir nədir? Parlament yəni nə? Bir adamın bir dənə oyu, bir səsi nə qədər dəyəri var? Bu insanın xarakteri, şəxsiyyəti o qədər gəlişmiş olmalıdır ki, onu ayrana, aşa, kömürə, kartofa satmaq olmaz. Onu demək ki, kimsədən qorxub, ona demək ki, ay filan kəs deyib, belə istəyir, onu qonaq eləməz. Pulu ilə kimsəni qonaq eləyə bilərsən. Amma o ilə, səsinə olmaz. Ona görə də yəni bunu düşünməlidir və bu günləri və yaxud demək Sovet dönəmində vardı. Ay bizdə qadınlar azaddır. Gedirdin orada zavodlara, fabriklərə, qadınlar iç günündə İraq olsun yaşayırdılar, istismar olunurdular. Amma fəhlədir demək ki, başqa siniflərin başına bir oyun gətirirdilər və eybəcər bir dənə dəstə yaratdılar. Eybəcər hələ bu gündə hətta Azərbaycanın canı bunlardan qurtarmır. Yəni Azərbaycanda da hələ bu günləri bizim dövlətçilikdə və hələ dövlətin demək ki, içində də belə demək ki, bu çərçivədən çıxmırlar. Deyəsən o qafanı bir təmizlə də o Rus çərçivəsindən, Rus düşüncəsi ilə dövlət idarə etmək olmaz. Yəni onlar demək ki, belə demək becərib, belə törədiblər ki, hər zamanda da Azərbaycanda əlini yazsan, elmidə də, siyasətdə də, sənətdə də, yəni böyük bu türk millətinin böyük varlığından keçib və hələ də bu günləri Azərbaycanda adamlar var ki, yağlı deyəndə üzr istəyirəm, məmləkətin var, dövlətinin bəzi üstünə oturanlar hələ də bu cumhuriyyəti belə demək ki, bəyənmirlər. Hələ də ayrı usta, hətta bəzi vaxtlar görürsən ki, demək ki, düşürlər ayrı bir yola, Amerika deyərək deyirsən ki, yaxşı, Amerika dedin, o gəlişmiş dünya dedin. Amma Azərbaycan var axı, bizim məmləkət var və türk milləti. Və bu türk milləti ki, özünü cumhuriyyətinə, xalq cumhuriyyətinə Azərbaycan demək ki, baxmayaraq ki, Versay qurultayı oldu o birinci dünya savaşının sonunda. Ora Azərbaycanlılar gedəndə, hələ oradakılar demək ki, baxırdılar təəccüblə ki, bunlar nə işlər, böyük işlər görüblər. Hər yanda da demək ki, iştirak edirdilər, doğrudan da bəyənilirdi. Hətta Osmanlıda da belə. Bəyənilirdi bunların fikirləri. Yəni, böyük hadisə idi. Yəni, hüququn üstünlüyü, qanunun alilici, qanunun alilici deyirsən ki, buradakı demək ki, bu üç qüvvəyə qanun verici, qanun qorucu, icra edici, hər kəsin öz yeri var idi. Və demək, bu söhbətlərin birində o Cumhuriyyət qurulanda Məhəmməd Əmin bəy Rəsulzadəyə təklif edirlər. Gəl sizə də bir dənə demək ki, bir ad isim verək da, rəhbər ol, öndər ol, de yox. Biz tiranlığa, despotizmə adət etmişik. İstəyirsiniz məni yolumdan çıxardasınız. Yəni bu despot fikirlərini,
ay bu Brejnevlərin, ay demək ki, bu Sovetdən qalıntıları, hər kəs oturdu orada da ölməyinəcək. Bir dəfə Sovetə biz getdik, indiki Azərbaycana gedəndə elə bunlar qocalıb bir-biri ölürdülər. Çernenkodan, ondan sonra o nə deyirsə, Brejnevdən, ondan sonra o birisi o KGB adından demək, bunlar nə qədər qocalıblar, geriyə də bilmirlər. Ona görə ölənəcək də yerlərindən durmurlar. Gəl bu Avropaya baxıb, Avropanın hər də demək ki, bəzi sahələrdə deyək ki, çətinlikləri də olsa, danışıqla həll edilər. Amma demək ki, bu günləri görürsən, Bruseldə oturub sabahları öz işi ilə məşğuldur. Getdi, qutardı, seçki ilə gəlib, seçki ilə də gedirlər. Buyur get. Yəni bunları biz götürməliyik. Cumhuriyyətçiliyi Azərbaycanlılar ənəniyyət çevirdilər o bölgədə. Dünyanın böyüyən, hətta bizim Doğu Türkistana baxın, o tərəflərə doğru. Hətta Azərbaycanın güneyində də bu məsələ ilə bağlı böyük çabalar oldu. Ona görə də yəni Azərbaycan orada, Azərbaycanın quzeyində bir əlov yandırıldı ki, dünyanın varlığı ilə, gələcəyi ilə bağdaşırdı. Yəni Ruslar və onlarla demək ki, əl-ələ olanlar böyük cinayət etdilər. Yəni demək ki, bu günləri bizim bütün çətinliklərimizin yolunu hamarladılar və ya Sayın Arif bəy söylədilər. Mən də müsavatın tədbirlərin birində dedim o Gəncədə qiyam olanda bəlkə də onların bəzi öldü, getdi, işim yox. Amma böyük cinayət elədilər. Yəni qınında vurdular. Necə ki, Sovet imperiyası 23 aylıq o dövlətin demək ki, cavanlıq və gənclik vaxtında qınından vurdular, qoymadılar artıq genişlənsin. O Gəncədə də qarşı tərəflərin hamısını mən sədalaya bilərəm. Demirəm, kimsə ilə qisas istəyir, düşmanlıq filan. Amma sədalaya bilərəm ki, Azərbaycanda bildilər ki, bu cumhuriyyət türlüyü ilə, çağdaşlığı ilə, dünyəviçiliyi ilə, demək ki, bu günləri, bunda demək, bütün haqlar insanların haqına bu gələcəkdə bilirdilər. Və bir şey də vardı. Əbülfəz Elçibəy hər zaman söyləyirdi. Məhəmməd Əmin bəy Rəsulzadə istiqlal dedi və biz də bütövlük deyirik. Rəsulzadənin də dilində hər zaman o tay bu tay deyirdi, tanıyırdı Azərbaycanın güneyin. Orada olmuşdu, hər şeyi bilirdi. Deyirdi o tay bu tay. Hətta Sovetin ora soxulmasında da dəfələrlə təkrarlamışam, deyildi ki, böyük şans əldə olmuşdu ki, Azərbaycan hələlik bir türlü bütövləşə, sonra bu dağılacaq, bu Sovet dağılacaq. Amma Məhəmməd Əmin bəy Rəsulzadə və onun demək silahdaşları doğrudan özləri çox çətinlik çəkdilər. Öldürüldülər, terror oldular, ailələri bütün səhralarda, ucuz bucaqsız, ta demək ki, o nə deyirsə, Sibirin uzaqlarına zak etdi. Ziyalılar, fikir adamları, hər kəsdə cumhuriyyət qoxusu var idi. Hər kəs demək ki, türk idi, hər kəsin beyni işləyirdi. Sovet hər zaman repressiyalarda və Gəncə qiyamında və ondan sonra da hər kəs də Azərbaycanda bir də demək ki, qələm tutan var idi, başı işləyirdi. Hamısını qırdı, axıra kimin ta Azərbaycan istiqlalı bərpa edənəcək. Bu günlərdə Sayın Arif bəy söylədilər, bu günlərdə çox vaxtlar deyirlər, nə vardı o hərəkatçılar? Hərəkatçılar millət idilər. Nə olacaqdı? Hamısını Sovet kadr hazırlayacaqdı. Deyəcəkdi, kadr hazırlayan gələcəkdə Azərbaycanda dövlət bərpa olunacaq. Ondan sonra kadrlar millət idi. Hər cürlü millət idi bu millət. Yəni, necə ki, 44 günü savaşda da eyni o hərəkat kimi. Hərəkatdan gələnlər gəldilər. Bizim Azərbaycanın quzeyində cumhuriyyətimizi bərpa elədilər. Ona görə də bu günləri o dalğa keçdi Azərbaycanın güneyinə və Azərbaycanın güneyində də bu millət bu günləri çağdaşlıq deyib, dünyəviçilik deyib, parlament deyib, istiqlal deyib, bağımsızlıq deyib. Bağımsızlığı heç də əvəz edə bilməz. İstiqlalı heç bir şey əvəz edə bilməz. Nə dostun ağzı ilə, nə düşmanın ağzı ilə hələ gözləyin, hələ demək ki, yaxşı olar, xeyr. Onu millətdir, qərarı millət verir. Millətin, bayaq da bəyimiz də söylədilər, millətin demək ki, imkanların özünə ver, çəkil kənara, yolu yaz. Qoy demokrasi, qoy azad düşüncə, qoy seçki azad olsun. Ondan millət onda Azərbaycanın güneyində də qərarını verəcək. Bəllidir ki, əgər bu keçən əsrin demək ki, başlanğıcında cumhuriyyət qurub və demək bu günləri, bu cumhuriyyət o vaxtda bugünkü cumhuriyyətlərdən çox adamlar var bu günləri. Ay cumhuriyyət, elə deyil, cumhuriyyət deyirlər. Baxın dörd tərəfimizə. Lukaşenko, Belarus əgər cumhuriyyət, Lukaşenko da onun başında və yaxud Putin təhsil demək ki, o cumhuriyyət deyil, Putin varisdir. Yəni çarizmin, geri qalmış çarçılığın və geri qalmış bolşevizmin təmsilçisidir. Bu hər dəfədə onu deyir, amma gücü satmır. Gücü satmır, çatmayacaq da. Ona görə də bu günləri görürsən, zaman elə bizlərin özümüzə Məhəmməd Əmin bəy Rəsulzadə ilə, Əbülfəz Elçibəy ilə, hərəkatla bağlı bəzi söhbətlər deyirdilər. Amma Azərbaycan dövlət başçısı axır çıxdı dedi ki, Məhəmməd Əmin bəy Rəsulzadənin 140 illigini qeyd edəyin. Dövləti qurub diyor.
və bir iddə də qaldı buzun üstündə. Və nə oldu belə deyirdi daxil. Nə olacaqdı? Bu dövlət idi və bu dövlət də vardı və bu dövlət mekanizmi getdikcə yol açacaq. Hər kəs demək ki, onun o yaxşı tərəfinə məcburdur gələcək. Ona görə də bu günləri ay Rus gələr, Rus belə deyir, ay bir şey də vardı. O cümhuriyyətdə irticaçılığa qarşı, mühümmatçılığa qarşı sovetizmin və o bolşevizmin üzü qara olsun. Çılğın və demək ki, yalandan bir dənə ateizm gətirdilər, ay siniflərin haqları və bu tərəfdən də irticaya güc verdilər, mühümmatçılığa güc verdilər. Azərbaycanda amma mühümmatçılığı o cümhuriyyətdə bu qovlamışdı və demək ki, hər kəs öz yerində oturtmuşdu, inancılı olan, ondan başqa dində, başqa fikirdə olanlar azaddılar. Amma bu günləri hansı bir ölkənin, hansı İran adlanan yerdə, hansı mallacığazın gəlib Azərbaycanın Cumhuriyyətində əl öpdürənlər, Azərbaycanda 40 sənə oturub özünə bir təmtəraq düzərdənlər desən, bunlar kim, bunlar nəçidirlər? Ona görə də bu dövlətimiz çox çətinliklərin öhdəsindən gələcək. Bu millətimizin demək ki, köməyi ilə və bugün Azərbaycanda da millətimiz bu ənəniyə sadiq, cumhuriyyətçiligə, dövlətçiligə. İndi baxmayın, zaman-zaman, mən bitirim söhbəti, zaman-zaman çıxırlar. Ay filan kəs iqtidardır, filan kəs müxalifətdir, filan kəs belədir, filan elədir. Bu dövlət bizim hamımızındır. Ne olar, biri müxalifət olur, biri iqtidar olur, birinin hakimiyyətə gələr, biri sabah gələr, öz işini düzgün yerinə yetirər, dövlətin bir bürokratiya olar. Ona görə bu kimsənin, biz cumhuriyyətin varisiyik, amma kimsənin şəxsi mülki Azərbaycan, şəxsi bilan dövürsən, götürəsən demək, şəküzi, baltanı tükəsən meşələrin canına, deyəsən ki, gəlin demək ki, mən buranı kəsib vila tikirəm, misal deyirəm. Biz istəyirik ki, yəni bu cumhuriyyət, bu dövlət, bu millət hər zaman istəyir ki, hər bir Azərbaycanlı, hər bir türk varlı olsun, alnı açıq dünyaya çıxsın, şuuru ilə, fikri ilə və qanunu ilə qorulsun. Yəni de bir sosial ədalət, sosial rifah bu millətin haqqıdır, o şəraitdə yaşamağı bunun haqqıdır. Ona görə bu mücadeləni yürüdübdür və biz xoşbaxt milləti, keçən əsrin başlanğıcında da Cumhuriyyətimiz yarandı, bir dövləti olan millət kimi girdik bu keçən əsrə və bu dəfədə 21-ci əsrdə də ki, bu millətlərin əsarətdə olan xalqların, millətlərin azadlıq dövrüdür. Biz də Azərbaycanın güneyi, quzeyində biz demək ki, dövləti olan, bu bizim hamımızın dövlətidir. Bu bizim hamımızın bayrağıdır. Ona görə də nə qədər çalışsalar da efendim. Yeşanlaşdırın, biraz qısa olsun cavablar. Bəli, yəni bu günləri çalışırlar ki, ay mühümmatçılığı Azərbaycanda gücləndirərlər. Ay yox, mən də çox müsəlmanam, müsəlmansan, nə olar? Nə qədər dünyada xristiyan var, nə qədər budist var, nə qədər yahudi var, kimin dini ilə, nə işinə? Məzhəbi ilə, inancı ilə kimin nə işinə var? Amma irticaçılığı, mühümmatçılığı gücləndirmək. Bu günləri Putin ilə, bu günləri Kreml ilə Tehran əl-ələ verib və bir yandan Çin ilə deyirsən ki, bunlar bütün dünyanın... Bəli, yəni bunlar hamısı Azərbaycanda bir yerə vara bilməzlər və Azərbaycanda mənim öz fikrimcə Azərbaycanın, özəlliklə Azərbaycanın quzeyində də millətimiz demək ki, nə deyirsiniz, düz yerə ayaq basıbdır və cumhuriyyətçiliyin ənənələrini heç kəs poza bilməyəcək. Buyurursunuz. Təşəkkür edirəm dəyərli Əjdər bəy. Mən Əjdər bəyin danışıqlarından bir neçə sual cavabdır. Əlbəttə bunları mən soracağım. Fəqət mən qısa olaraq həm Arif bəy, həm Əjdər bəyə rica edirəm 2 dəqiqə haqqında, əgər bu xalq cumhuriyyət haqqında bir söz var, 2 dəqiqə haqqında deyəsiniz. Ondan sonra bu gündəm məsələlər haqqında da mən hər iki əzizimizdən özəlliklə Amerika məsələsinə Əjdər bəy toxundurur ki, Amerika biriləri Azərbaycanda ötürüb, məsələ Amerikanı deyirlər. Amerikanın demokrasisi, Amerikanın yardımı filan. Bu məsələyi mən İranı da gətirəcəm. Çünki önemli bir bəhsidir. 2 dəqiqəyə Arif bəy, bu məsələmizi yeşanlaşdıraq, qurtaraq. Xalq Cumhuriyyəti haqqında nə var ürək sözlüyünüz, nə var millətimizə bir mesaj olaraq? Ya hər nədir istəsə, buyurun sizdən eşidər. Əslində ən böyük xoşbəxtlik odur ki, 70 il Sovet hakimiyyəti, sonraki dövrlərdə indi mövcud olan Azərbaycan hakimiyyəti xalq cümhuriyyətini unutturmağa, xalq cümhuriyyətinin Azərbaycan xalqı qarşısında olan xidmətlərinə kölgə salmağa çalışsa da, müəyyən məsələlərdə xalq cümhuriyyətinin, elə böyük Məhəmməd Əmin Rəsulzadənin özünün fəaliyyətinə kölgə salmağa çalışsa da, Azərbaycan xalqı xalq cümhuriyyətinin mahiyyətini dərk edir və Azərbaycan tarixinin ən böyük şəxsiyyətləri barədə söhbət gedəndə
ilk adı çəkilən şəxsiyyətlərdən biri və elə birincisi Böyük Məhəmməd Əmin Rəsulzadədir. Böyük Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqı üçün bir nümunələr yaradan bir şəxsiyyətdir. Məhəmməd Əmin Rəsulzadə həm bir siyasətçi kimi, həm bir qurucu lider kimi, həm bir partiya yaradan, böyük bir partiya, qüdrətli bir partiya yaradan Müsaad Partiyasının qurucusu olaraq, eyni zamanda istər ədəbiyyat sahəsində, istər jurnalistika sahəsində, istər vətəndaş cəmiyyəti quruculuğu sahəsində böyük uğurlara imza atmış bir şəxsiyyətdir və biz xoşbəxtik ki, biz məhz Məhəmməd Əmin Rəsulzadənin soydaşıyıq və bizim belə bir liderimiz, belə bir qəhrəmanımız var ki, bütün xalqımız ondan nümunə götürə bilər. Buradan onu təkləşdirmək istəmirəm ki, Məhəmməd Əmin Rəsulzadə bütün bunlara tək başına nail olmayıb. Onun ətrafında çox ciddi şəxsiyyətlər var idi. Elə Əli Mərdan bəy Topçubaşov həmin dövrdə bütövlükdə təkcə Azərbaycanda yox, bütün Rusiya imperiyasında tanınmış şəxsiyyətlərdən biri idi. İranda tanınmış şəxsiyyətlərdən biri idi. Fətəli xan Xoyski çox güclü bir hüquqşünas idi, çox bəlağətli bir çıxışlar edən, natiq idi, xalqın sevimlisi idi. Məsud bəy Yusufbəyli həm bir jurnalist fəaliyyəti ilə, həm bir Türk millətçisi olaraq, eyni zamanda bir dövlət xadimi kimi, həm də ləyaqətli, vicdanlı bir şəxsiyyət kimi tariximizdə mühüm rol oynamış şəxslərdən və nümunə götürüləcək şəxsiyyətlərdən biri idi. Və mən əminəm ki, bu şəxsiyyətlər Azərbaycan xalqı durduqca Azərbaycan xalqının yaddaşında, xatirəsində qalacaq. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan cəmiyyəti qarşısında, Azərbaycanın bugünkü nəsli və gələcək nəsilləri qarşısında olan böyük xidmətləri zaman keçdikcə daha aydın, daha bariz şəkildə görünəcək və bu bayram münasibəti ilə bir daha bütün soydaşlarımızı, təkcə Azərbaycan Respublikasında yox, bütün dünyada yaşayan, bütün dünya Azərbaycanlılarını bu mühüm müqəddəs bayram münasibəti ilə təbrik edirəm. Mən də təşəkkür edirəm. Biz də öz növbəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin il dönümün 108-ci il dönümün təbrik əvvəldə də dedik, indi də deyirik. Mən səsi verəcəydim Əjdər bəy. Əjdər bəy vardır, fəqət o öz yerlərində yoxdur. İnşallah tez gələndə öz yerlərini biz danışığımızı bu 2 dəqiqə vaxtı da Əjdər bəyə verəcək. Çünki mən ikinci konumuzun o önemli, daha da önemli de olar keçəcəyi. Əjdər bəy məni eşidirlər, rica edirəm öz yerlərini deyirsiniz. Biz konuşumuzu devam edelim. Mən Arif bəy, onda sizdən soruşum. Sizə biraz bağışlayın. Sualın dalından gəldi. Buyurun, buyurun. İndi bu İranın məsələsi, iç məsələsi, nə bilim böyle Güney Azərbaycan deyək, İranda yaşayan Türklər deyək. Azərbaycanla Türkiyənin tutumu buracaq Amerikanla İranın savaşına görə siz necə görürsünüz? Acaba tutumu ki Azərbaycan İrana görə tutdu, ya Türkiyə İrana görə tutdu? Özellikle Güney Azərbaycan Türkləri için deyirik, ya İranda yaşayan 40 milyon Türkdən danışırıq. Sizi razı saxlayıb ya yox, ya bundan da fərqli bir tutumlar ola bilərdi. Bu tutum sizcə indi bu zamanda, bu həssas zamanda yetərlidirmi? Təbii ki, müəyyən gözlənilməz nəticələr var. Gözləntilər ondan ibarət idi ki, əgər Amerika Birləşmiş Ştatları İsraillə birlikdə İranla açıq müharibəyə başlayarsa, qısa müddətdə Amerika Birləşmiş Ştatlarının və İsrailin birləşmiş qüvvələri burada öz məqsədlərinə nail olacaqlar. Ancaq bu belə olmadı. Yəni uzun müddətdir ki, bu qarşıdurma davam edir. Hələ nə qədər davam edəcəyi bilinmir. Təəssüf ki, hələlik Amerika Birləşmiş Ştatlarının qarşısına qoyduğu əsas vəzifələrdən biri İranın nüvə silahına nail olmasının qarşısının alınması istiqamətində hələlik tam şəkildə qəti qərarlar, qəti əminlik ortalıqda yoxdur. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları tərəfindən, xüsusilə Prezident Trump tərəfindən dəfələrlə bu məsələnin artıq yekunlaşdığı bildirilsə də, açıq aydın görünür ki, proses davam edir və İran müqavimət göstərir və nüvənin, uranın zənginləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirməkdədir və son günlərdə müzakirə olunan Amerika Birləşmiş Ştatları ilə İran arasında bağlanacaq memorandum layihəsində İranın nüvə silahı yaratmaqdan imtina etməsi məsələsi öz əksini tapmayacaq. Düzdür, şifahi şəkildə buna razılıq verildiyi bəyan edilsə də,
bu rəsmi sənədlərdə öz əksini tapmayacaq və buradan belə nəticə çıxartmaq olar ki, İran yenə də nüvə silahı əldə etmək istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir. Bu hadisə isə təkcə Amerika Birləşmiş Ştatlarının, İsrailin maraqlarına yox, bütövlükdə regionun maraqlarına, o cümlədən həmçinin həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına zidd olan bir məsələdir. Təəssüf ki, İran Azərbaycanla qonşu olan və Azərbaycana qarşı dost münasibət sərgiləməyən dövlətlərdən biridir. Zaman-zaman Azərbaycana qarşı İranın hakim dairələri tərəfindən, hətta ən rəsmi şəxslər tərəfindən bir sıra negativ fikirlər səsləndirilibdir və orada bizi maraqlandıran ən ciddi məsələlərdən biri İran ərazisində yaşayan 10 milyonlarla soydaşımızın milli siyasi hüquqlarının tanınmaması, tapdalanmasıdır ki, təbii ki, bu məsələlər bizi düşündürür. Eyni zamanda İranla bağlı bizim narahatçılığımız tamamilə təbiidir. Çünki İranla Azərbaycanın çox uzun bir quru sərhəddi var, bizə qonşu olan bir dövlətdir. Qeyd etdim ki, orada 10 milyonlarla bizim soydaşımız yaşayır. Yəni, İranda gedən proseslərə biz biganə qala bilmərik, biganə yanaşa bilmərik. Təəssüf ki, İranın həm region üçün yaratdığı təhlükələr, eyni zamanda konkret olaraq həm də Azərbaycan üçün yaratdığı təhlükələr bugünədək aradan qalxmayıb və yəqin ki, biz ümid edirik ki, yaxın vaxtlarda məsələlər hansısa şəkildə həll olunacaq. Müsaad Partiyası olaraq biz əvvəlcədən məsələlərin müharibə yolu ilə yox, danışıqlar yolu ilə, sülh danışıqları vasitəsilə həll olunmasının tərəfdarı olduğumuzu bəyan etmişik, bildirmişik. Eyni zamanda orada yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan hakimiyyətinin də müəyyən addımlar atmasının zəruri olduğunu bildirmişik. Öz tərəfimizdən də biz orada proseslərin qanlı istiqamətdə yox, danışıqlar istiqamətində getməsi və sülh yolu ilə olmasının tərəfdarıyıq. Amma hələlik təəssüf ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, proseslərin hansı istiqamətdə yekunlaşacağı bəlli deyil. Bizim müəyyən təmaslarımız var. Biz müəyyən beynəlxalq təşkilatların nümayəndələri ilə təmaslarımız var. Eyni zamanda biz öz publik çıxışlarımızda daim bildiririk ki, Amerika Birləşmiş Ştatları İran məsələsinin həll olunması istiqamətində öz planlarını qurarkən orada olan Azərbaycan faktorunu və orada yaşayan Azərbaycanlıları hökmən nəzərə almalıdır. Təəssüf ki, bu istiqamətdə hələlik hər hansı bir ciddi nəticələrin şahidi olmuruq. Biz onu gördük ki, Prezident Trump orada yaşayan Kürd əhalisinə çox saylı silahların verilməsi, ancaq sonra Kürdlərin bu silahlardan Amerika Birləşmiş Ştatlarının da maraqlarına uyğun olan istiqamətdə istifadə etməməsi barədə açıqlama verdi. Eyni zamanda tez-tez orada olan Kürd azlığının taleyi ilə bağlı açıqlamalar verilsə də, orada olan əslində say baxımından ən çox saylı millət Azərbaycan türkləri, bütövlükdə orada yaşayan Daşqaylar və digər türklər, türkmənlər birlikdə olan, yəni türk xalqlarının orada bir faktor kimi qəbul olunması təəssüf ki, Amerika Birləşmiş Ştatları tərəfindən hələlik özünü bir üzə vermir. Yalnız bir dəfə Washington Post qəzetində belə bir məqalə dərc olunmuşdu ki, orada olan Azərbaycan faktoru nəzərə alınmalıdır. Mən hesab edirəm ki, Azərbaycanlıların taleyi, orada yaşayan Azərbaycan xalqının mədəni, milli, siyasi hüquqlarının tanınması nəzərə alınmadan və orada olan soydaşlarımızın maraqları nəzərə alınmadan İranda hər hansı ciddi dəyişikliklərə nail olmaq mümkün deyil. Ancaq mən bu həqiqətin Amerika Birləşmiş Ştatları və İsrailin hərbi siyasi dairələri tərəfindən dərk olunmasına təəssüf ki, hələlik əmin deyiləm. Bəli, mən təşəkkür edirəm dəyərli Arif bəy. Mən üçün vaxtımız daha azalır. İləclər bəydən dirək o 2 dəqiqə vaxt işi verəcəkdim Cumhuriyyət Xalq Partiyası ilə. Bunun içində də elə bir sualımızın içində məsələyə toxunsunlar. Ya bütün bu sual daha önəmlidir. Əjdər bəy,
Amerikanın Arif bəy də dedi, kütlələrə silah vermək məsələsi. Bir, hansı faktorları nəzərdə alır? Amerika hansı faktorları nəzərdə alır, kütlələrə silah verir? O halda ki, kütlərlə türklərin coğrafi olaraq, torpaq olaraq əlbəttə biz deyil, kütlərdir. Problem vardı, onların gözləri var bizim torpaqlarımızda, siz məndən yaxşı bilirsiniz. Və bunlara dayanaraq ki, Amerika məsələni daha yaxşı bilir. Sayın Arif bəy də dedi, Washington Post-da ki, elan eləmiş İran türklərin və coğrafiyanı bizdən də yaxşı tanıyır. Çünki Arağın gəlib İranın sınırında, Kərkukda, Ərbildə, Süleymaniyedə paygahı var və biz bilirik, Amerika gəlir. Bir dünyanı bu istihbarat nəzərindən yaxşı analiz edir və yaxşı bilir. Arada nə var, nə yox. Hansı faktorlara kütlələrə silah verir və siz bayaq bir dənə söz işarə elədiniz ki, bizimkilər, yəni Quzey Azərbaycanda biriləri Amerika deyir. Acaba onda niyə bizim təşkilatlar Quzey Azərbaycanda Amerika deyəndə pisdirlər? Güney Azərbaycanın təşkilatları Amerika deyəndə yaxşıdır. Niyə əgər Amerikanın Quzey Azərbaycana zərəri yetirir? Amma Güney Azərbaycan məsələsinə gələndə Amerika olur, məsələn, əstəğfurullah, İmam Zaman olur, qurtarıcı olur. Yəni, bu önəmli məsələdir. Mən o bəzi təşkilatlarından bir kiri haqqında bir sual olaraq sizdən soruşuram. Əgər Amerika pisdir, düşməndir, Quzey Azərbaycana kəsin elə Güney Azərbaycan Türkiyəyə də düşməndir. Əgər dostluq gətirir, barış gətirir, yəni bu məsələni siz necə dəyərlənirsiniz? Bizim təşkilatlarımız niyə? Məsələn, bəzən ikilik İran məsələsinə gələndə, Türk xalqına gələndə Quzey ilə Güney tam fərqli baxırlar. Və Amerika bu savaşın içində gerçəkdən İrana demokrasi gətirməyi siz hala düşünürsünüz. Yəni bu qədər saldırıdan sonra bu şəhərlərə bombalar filan. İqtisadi, ya mən bir gecədə bu təməddünü yox eləyəcəm. Burada sadəcə Fars təməddündən söz getmir. İranda bütün yaşayan Türk xalq, hər şəxs təməddündən söz gedir. Bu məsələni necə dəyərləndirirsiniz bəy? Təşəkkür edirəm bəy. Məsələ budur ki, bizim Türk milləti ola, Türk milləti, istər Anadoluda, istər Azərbaycanda və bu günləri Türk dünyasında biz Türk milləti olaraq cumhuriyyətçiliyi seçmişik. Cumhuriyyətçiliyi, parlament və buna da yetişmək üçün hər zaman bizim millətimiz mücadilə veribdir. Savaşıb, döyüşüb və yaradıbdır varı ilə dövlətinə. Biz demək ki, coğrafi baxımdan da harada yerləşmişik, kasıb bir millət deyirik. Biz varlı dövlətli bir milləti, Türk milləti, varlı dövlətli, böyük milləti və bu günlərdə düşmanlarımız, dostlarımızla bizdən çox bilir, yaxşı bilirlər ki, hansı imkanlara malikik. Təhsil Xəzər dənizi getmir. Bizim demək ki, qara torpaqlarımızda o tərəfli, bu tərəfli. Yəni bu günlərdə siz baxırsınız, görürsünüz ki, demək olar ki, bu aşağı yuxarı 300 milyon Türkün bu günləri istər ki, Çinlilər də görür, Ruslar da görür, yuxuları da pozulur. O günləri Trumpla görüşəndə demək ki, Ksilios bir söhbəti işlədi, bir kələməsini işlətdi Xi Jinping. Yəni ki, ayıq oluna burada eyni zamanda Türk dövlətlərinin demək görüşü keçirirdi və bir tərəfdən də BRICS dövlətlərinin Rusiyanın başında yığılmışlar, Lavrovun bir-birini orada didirdilər, sözüm yox. Amma məsələ buradadır ki, bu günləri bu ruh deyək, hələ belənsi deyək də, bu Türk dövlətlərinin, Türk millətinin varlığı bu bölgədə heç kəs sahibini dana bilməz. İndi kimsənin qorxusu vardı, Türk qorxusu vardı. Ondan sonra haçan qorxubların, biri dəsi Çanaqqalada qorxublar, biri dəsi sonra qorxublar bu Türkün varlığından. Ona görə də amma bu günləri özlərinin demək ki, özlərini sağaltmalıdırlar. Amma bizə gəldiksə, Türklərə, Azərbaycan Türklərinə bizim alyans bəllidir. Biz Batı alyansı ilə demək ki, dil tapmışıq. Biz o düşərgədəyik. Onlarla biz demək ki, azad bazar iqtisadiyyatı və Batı mədəniyyətinin bu Mustafa Kemal Atatürkdə də, Məhəmməd Əmin bəy Rəsulzadədə də və bizim cumhuriyyətlərdə də hər zaman o mədəniyyəti mənimsəmək. Təhsil kostumlar, nə bilim, maşın, o markalar deyir. Və o mədəniyyəti mənimsəməkdir Türk dünyasında və buna can atmaqdır. Necə ki, onlardan gələn və onlarda olan o cumhuriyyətçilik, parlament, demokrasi hər zaman biz keçən əsrin başlanğıcından qarşılandı, gəldi Anadoludan belə də. Azərbaycanın güneyi, quzeyinə parlament. Məsələ buradadır. Bu günləri, ay demək ki,
biri çıxır ki, Hamas yanlığı yerəyir, biri çıxır ki, ay demək ki, ay İsrail belə gəldi, İsrail belə oldu, belə elməsəydi belə olardı, Səudi Ərəbistan belə. Orada bir ərəb dünyası var, bir-birini də demək ki, qollayırlar, bir-birini dəstəkləyirlər, paraları da var, pulları da var. Amerika da dayanıb arxalarında, bu günlərdə orada 1000 dənə söhbət gedir, 1000 dənə orada oyun gedir. Qaldı İran adlanan yerə gəldikcə bu günləri, ay bunlar istəydilər, gedərlər demək ki, Ağ Evdə müsəlman yox, şiə eləyərlər, filan eləyərlər. Amerika da gülür hər zaman, deyir ki, axı bu Xumeynini özümüz gətirdik. Özümüz gətirdik. 1960-cı illərdən belə Tehrandan çıxarılanda onu Savak məmurlarına təhvil verdi. Məhəmməd Rıza Amerikanın əlinə Ankara'da təhvil verdilər. Ankara'da da o zaman. Əgər Xumeynini Amerika özü gətirib, ikinci Xumeynini də Amerika gətirə bilər. Yəni, əgər Amerika İrana demokrasi... İndi olmur. Xumeyni gəldi, o belə haykü ilə 98% ilə gəldi. Amma işi başqa cür tutdu. O qafe ilə, demək ki, irticaçı, mühümmatçı qafe ilə Amerikalılar da 47 sənə dözdülər. Avrupalılar da dözdülər. Amma bir də bir şey vardı. Bu neftin, bu petrolun qoxusu, bir də ki, Tehran rejimi ülsüz, bıcaqsız paralarını hara apardılar? Bu günləri xavərilər, milyarderlarla bu günləri Londrada kimin pulları yatır? Binalarda, tikintilərdə və bankalarda harada yatır? Bu günləri demək ki, İsrail banklarla kimdi alverişdə? Kimdi alverişdə? Tehran rejimin adamları. Hərəsi milyarderlarla çalıb aparıblar. Və biri də fikir eləyir ki, əgər demək ki, bu günləri Trump geçsə və yaxud demək ki, Netanyahu geçsə, onda bura gülübülistan olacaq. Kiminlə? Hansı dövlətinlə, hansı qafe ilə? Bunlar terror yayıblar və demək ki, irtica yayırlar, mühümmat yayırlar, din düşmanlığı yayırlar. İslam dünyasında birinci müsəlman ölkələrini vurdular. Özdə bunlara ən yaxın olan dövlətləri vurdular. Misal üçün, əmaratla, demək ki, Şarjə ilə düşmanlığı nə idi orada? Sənin orada 560 milyar dolar təhcə pulun vardı. Ona görə və hətta Omanı vurdular beləsinə. Səudi Ərəbistan, Hərəmeyn-i Şərifeyn, Səudi Ərəbistanı və İslam deyirlər. Ona görə də bu günlərdə bunların hərəsinin öz mənafeyi var. Ay demək ki, Trump çıxıb deməyir ki, mən demokrasi... Bilirsiniz, biz müstəqil bir media olaraq bu suallar çiğranı məcbur soruşaq. Mən söyləyirəm, onda vardı. Bir də sözüm var. İslam dünyasından, mesela Arabistan'dan, İmarat'tan söhbət edir ki, İran vurdu. Amma həmən İslam dünyasından da İrana saldırılar olurdu. Yəni, indi söhbət ondadır ki, Tehran rejimi çıxıb deyir ki, Qatardan mənə füzə fırlatdılar, Səudi Ərəbistan. Sən getdin, vurdun, Bəhreyni vurdun, Qatarı vurdun, Səudi Ərəbistanı. Biz demək ki, mən demək ki, Səudi Ərəbistanın advokatı, demək ki, qoruyucusu deyirəm, mənə aidatı yoxdur. İnsanlar ölməsin, insanlar bir-birini qırmasın. Amma bu o naminə deyək, elə insanlar bir-birini qırmasın. Tehran kimin bir dənə rejim ki, demək ki, qanıçəndir, adam yiyəndir, Tehran rejimi, Azərbaycan, bu rejim deyirəm mən. Hakimiyyət təhsə deyir ki, 100 ildir bu rejim var. Bu Fars dövlətçiligidir, irticasılığı da alıbdır qucağına, onunla Şia adıyla Azərbaycanda soyqırım yapılar. Nə dillə deyək? Hanı qulaqlar, hanı bu tarix, harada? Bu Azərbaycanda soyqırım yapıblar. İndi çıxırlar bir də belə şah bəzəli idi, quşu oynadırdı, fərəh belə geyinirdi. Adam yiyən idilər Azərbaycanda. Güney Azərbaycanda soyqırımın davamı var. Soyqırım yapılar və Xumeyni gəlibcəyin ayağın tozu ilə Təbrizdə adamları 22 nəfəri asılırdı. Bəni sədrə də dedim, 1000 dəfə demişəm. Tarix, faks faktörlüğündə qalır. Dedi oranı bombardıman elə. Bunun Leninin sözü ilə nə fərqi var? Eyni sözdür. Lenin dedi ki, Kirova get demək ki, Azərbaycanı yandır, ya tut ya yandır. Xumeyni də Bəni Sədrin özünün deməli. Dedi get ya Təbrizi bombardıman elə, ya da demək ki, oranı demək ki, tutun alın. Getdi dar ağaçlarını azad elədilər, o da astılar millət. İndi asırlar. Bu günləri sən ki durub deyirsən ki, Pezeşkiyan, ay qardaşım, sən kimin qardaşın olmamış olsun. Sən bu günləri Azərbaycanlara dünəli sırağa gün, 80 il, 90 il bu gəlişmiş dünyada. Siz heç bilirsiniz ki, bu Avropada bir nəfəri bir gün zindanda saxlamaq nə qədər məsuliyyəti var? Polis ondan qorxub, mənə təhvil verdiniz bu bir adamı, bax, bir 20 saatı qutardı, 24 saatı, gəlin götürün bıraxaram, mən nidər. Məhkəmə o cür, qanun o cür, filan o cür. Heç kəsə başını oraya soxmur, qanuna görə. Sən yüzlərcə insanı zindanda, işgəncə, kim edir bu onu? Burada yox, mənim türküm, sənin türkün əgər cinayətkardırsa, cinayətkardır millətlərə, insan, fərq etməz, belə eləyirlər bəzi adamlar. Nə olur, hər gün asır, hər gün edam eləyir, baxmırlar, elə bir qulaqlarını tutublar, nə olar bizimki? Hər gün asır, nə olar?
Öyle Farsi asır da, Kürdi asır, Bəluçi asır. Necə bu nə sözdür? Biz Türk olaraq demokrasi, insan deyərək, insanlara hürriyyət deyərək, deyirik Əzəbili. Biz deyirik işğalçı çıxsın. Bu günləri erməni, mənim ordum, dövlətim, millətim bir yumruq kimi çıxartdı. İndi nə olubdur? Paşinyan və demək ki, bu erməninin ayrılmış bölümü Azərbaycana ümid eləyir, Azərbaycana söykənir. Deyir, yaxşı, oldu. Dayanın da qorxma, sizə sürət də verərik, neft də verərik, su da verərik. Niyə? Savaş qutardı. Dünyada belə olubdur, belə də olacaq. Ona görə bu günləri çıxıb demək ki, bəli, demək ki, elə bu Bakıdan da, tribunalardan mən söylədim. Netanyahu çıxıb deyirdi ki, ay bir millət, Fars milləti, Fars şahlığı, mən o zaman çıxıb deməli, sən nə danışırsan? Nə bir millət, nə bir dövlət, nə bir bayraq. Orada öyle, burada Türk milleti var. Sen ne deyirsən? Elə o Çeneset'te durdu orada demək ki, o millət vəkilləri İsrail'de durdular, dedi Azərbaycan. Bu nə söz danışsan? Və ya Netanyahu'da Trump çıxıb deyəndə orada ay Fars dövləti özü də gedir peyğəmbərlərdən cerdisə yapışır. Və bəlli olub gedir Əhmədi-Nəcadla danışırmış. Əhmədi-Nəcad deyirdi özü də. Deyirdi bu adam. Deyirsə dayan görə ki, sən demək ki, hansı ölüyəni o birisi bunu gətir adı elə. Sən kimsən gəlib orada adam qoyasan? Nə adam qoyasan? Millətlər bu günləri, Sayın Araz bəy, millətlər bu günləri, insanlar İran adlanan yerdə 3 ay bundan qabaq, onlar şahcızat deyil, çox götürdülər, montaj etdilər, ondan da oldular, şah elə deyirdi. Yox, 43 min insan gəncili çıxmışdı çölə, onlar hamısı istədilər bu rejimdən canını qutaralar, bu irticadan qutaralar, dünyəviçilik istəyirlər. Və Azərbaycanda bu son ildə bəzi vaxtlar belə deyirlər. Ay Azərbaycanda day filan kəsiləndə biz dostuq. Nə filan kəsi? Sən millətin haqqını basıb eysən, sən millətin tərəfindən danışırsan. Azərbaycanın güneyində, bəli biz Azərbaycanlı olaraq quzeydə də, güneydə də millətimizin haqlarını deyib, bayrağımızı qorumalıyıq, atributlarımızı. Amma durub deyəndə ki, ay mənim xalama görə, bibimə görə, avradıma görə, hətta siz danışmayın da elə deyil. Azərbaycanda əsas milləti bağlayıblar, zindanlarda sürüdür, işgəncəgah və bir də deyir ki, yox, Amerika gəldi. Dünyanın harasında gəlibsə bir də demək ki, biz demirik ki, özləri Sayın Araz bəy, biz orada yaşamışıq, doğulmuşuq, bunun zindanın, universitetin, çölün, sürgünlüyün, hamı bir-birini qəşəng tanıyır, fikirlərdir. Yəni 47 sənə bunlar millətləri alladıblar, Ağ Evin arxa qapısından girib, Tehran Amerikadan silah alan kimidir? Haşimi Rəfsəncanı və filan. Oliver North. İsraildən silah alan kimidir? İsraillə alış-veriş eləyən kimidir? Ona sizlər eləyirdiniz bunu. Ona görə biz demirik ki, İsraillə savaş. Bizə nə? Demək ki, bizim millətlərlə savaşımız yoxdur. Nə Yahud milləti ilə, nə Ərəb milləti ilə, nə Müsəlmanı ilə, nə Xristiyanla. O Qarabağın o savaş günlərində, birinci savaşda, 92-ci illərdə biz çox çətin durumdaydık Azərbaycanın quzeyində. Ordumuz çox çətin durumdaydı. Para yox idi, ordu dağılmış anda. Gəlmişdilər, deyirdilər ki, burada erməni ilə biz Xristiyan-Müsəlman davasıdır. Tehran rejimi də ermənilərə kömək eləyir. Əbülfəz Elçibəy o zaman çıxdı ki, bu din davası deyil. Biz erməni ilə, biz Xristiyanla savaşmırıq. Bu təcavüzkardır, bu da Rusun demək ki, adam gəlib. Ona görə bu günləri də məsələni aydın qoymaq lazımdır ki, ay Trump gəlmişdi, götürə oradan qurtara, ay bugün Tehran rejimi qalib gəldi, elə deyir. Tehran rejimi nəmayə çıxıblar oradan ki, Amerikaya dedi bu şərtləri qəbul elə deyir. Trump'a qulaq asırsan, bugün də Kəmid Eyvid'dədirlər. Baxın, görün, bunlar əzəb adamdılar. Danışıqda bir şey demək ki, o qədər millətləri, insanları alladılar. Da İran adlanan yerdə kimsə də inanmır. Bu ölkə, bu İran adlanan yer böyük bir fırtınaya doğru gedir. Böyük bir fırtınaya doğru gedir. İşin üstü asılanda da bunlar bir-birini yiyəcəklər, yeyirlər də. Ona görə də bu demək ki, fırtınadan öncəki bir haldır. Tufandan qabaq. Ay gediblə Kürdü gətiririk. Bizdə deyir, hara gətirirsə bu 100 min. Üçün danışımızın daha zamanı uzun edirik. Bir sual bizətdirədik. Buyur, sualınızı buyurun. Mən Arif bəydən sual alım var. Bu Kürt faktoru, silahı Amerika hansı faktorlara görə Kürdlərə silah verirdi və bu silah məsələsindən sonra bizim bəzi təşkilatlarımız elan elədilər ki, fakt olaraq mən elan edirəm ki, bəli, biz Kürdlərlə də işbirliği apara bildik.
Kütlərlə biz o halda ki biz Sayın Araz bəy, Sayın Araz bəy, üzr istəyirəm, üzr istəyirəm. Sən başını duvara vurursan, Kürt mən Mehmeti kimi öldürür. Mənim dövlətimə qəsd edir. Sən demək ki, sən Şeyx Səid Ruha demək ki, dövrü keçirdirsən, Rıza dövrü gedirsən, demək Türkiyədə, Türkiyə dövlətinə qarşı dişi zindi batmır, üzü bir yana Urumiyə doğru gəlirsiniz. Bunu Amerikada Trump yox, Trump'dan böyücü də eləyə bilməz bunu. Gələsən Urumiyə tutasan, gəlib yığılacaq sonra. Elə söhbət yoxdur. Mən Əjdər Tağızadə sülh təşkilatı var. Gedib hansı xalq mücahidinlə, bu rejimdən də murdarı, pisi. Ondan sonra ya hansı Kürdlə demək ki, iş birlici yapır. Sən kimsən? Nə Kürdlər iş birlici? Kürdlü geçsin, otursun öz yerində. Bəli. Yəni bu məsələ artıq keçmişdə qalmış məsələdir. Hətta Prezident Trump özü də etiraf etdi ki, bu qərar yanlış bir qərar olub, səhv bir qərar olub və nəticə etibarilə əslində silah güya onların, yəni Kürd azlığının Tehran üzərinə, rejim üzərinə silahlı hərəkət edəcək məqsədi ilə təqdim olunmuşdu. Ancaq onlar deməli silahları alıblar, amma təbii ki, Amerika Birləşmiş Ştatlarının istəklərinə uyğun olaraq Tehran rejiminə qarşı mübarizəyə qalxmayıblar. Təbii ki, bu bizim üçün də təhlükədir. Çünki istər Türkiyənin Cənubi Azərbaycanla olan sərhəd ərazilərində, eyni zamanda Urmiyada və bir qədər cənub ərazilərdə, eyni zamanda İraqın sərhədlərində xeyli Kürd azlığı yaşayır və onlar müəyyən təşkilatlar qurublar, müəyyən silahlı dəstələr yaradıblar və s. Ancaq bugün vəziyyət elədir ki, xüsusilə Türkiyə Cümhuriyyətinin regionun qüdrətli dövləti olması, eyni zamanda Azərbaycanın ordusunun xeyli güclənməsi və Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanması nəticəsində bizim hərbi müttəfiqliyimizin mövcudluğu bu təhlükələrin qarşısında mən elə gəlir ki, ciddi bir sipərdir. Və təbii ki, hal-hazırda, yəni bugünkü gündə burada istər Güney Azərbaycan istiqamətində, istər Türkiyə istiqamətində hansısa ciddi, böyük silahlı çıxışların baş verməsi ehtimalları yoxdur. Amma istənilən halda gələcək dövrlərə hazır olmaq lazımdır. Hal-hazırda İranda gedən proseslər, bu qarşıdurma hökmən hansısa nəticələrə gətirib çıxaracaq. Və elə sözümün əvvəlində dediyim kimi bizim İran ərazisində maraqlarımız ilk növbədə orada yaşayan soydaşlarımızla bağlıdır. Təbii ki, biz istərdik ki, bizim qonşuluğumuzda azad bir dövlət olsun, demokratik bir dövlət olsun. Bu dövlətin ərazisində yaşayan xalqların ilk növbədə Türk xalqının, Azərbaycanlıların, soydaşlarımızın siyasi hüquqlarının, mədəni hüquqlarının müdafiə olunduğu, milli hüquqlarının müdafiə olunduğu, tanındığı bir şərait yaransın və bunun üçün müəyyən imkanlar yarana bilər. İndiki böhran şəraiti həm də müəyyən imkanların yaranması üçün münbit bir vəziyyət yarada bilər və biz bu vəziyyətə hazır olmalıyıq və bunun üçün də istər güneydə yaşayan soydaşlarımız, orada olan siyasi fəallar, istər güneydən olan Avropada, Amerika Birləşmiş Ştatlarında yaşayan siyasi fəallar, partiya liderləri, ictimai fəallar, ilk növbədə isə 50 milyondan çox dünya Azərbaycanlılarının yeganə hələlik dövləti olan Azərbaycan Respublikasının hakimiyyəti, müxalifəti və cəmiyyəti bu proseslərə hazır olmalıdır. Bizim çox böyük şanslarımız yarana bilər və biz bu şanslardan istifadə eləyə bilərik. Bir vaxt belə bir fikirlər səslənirdi. Məsələn, Qarabağ işğal altında olduğu dövrlərdə, xüsusilə bir çox beynəlxalq güclərin, ilk növbədə Rusiyanın Qarabağ separatçılarını açıq şəkildə müdafiə etdiyi, İran rejiminin Qarabağ separatçılarına dəstək verdiyi məqamlarda bəzən Azərbaycan xalqının bir hissəsində Qarabağın artıq geriyə qayıda bilməyəcəyi, qayıtmayacağı barədə təsəvvürlər yaranırdı və belə inamsızlıqlar olurdu. Bəzi siyasətçilər, jurnalistlər, ictimai fəallar, ayrı-ayrı sosial təbəqələrin nümayəndələri artıq Qarabağın işğaldan azad
ediləcəyinə ümidlərin olmadığı barədə fikirlər səsləndirirdilər, amma belə olmadı. Yəni biz ərazilərimizi qaytara bildik, tarixi fürsət yetişdi. Azərbaycan xalqı hazırlaşdı, müəyyən strategiya əvvəlcədən mövcud idi və bu strategiya əsasında da biz ərazilərimizi işğaldan azad edə bildik. İndi də istər Azərbaycanda demokratik bir cəmiyyətin qurulması məsələsinə skeptik yanaşanlar, buna inanmayanlar var. Eyni zamanda bütöv Azərbaycan ideyasının özünə skeptik yanaşanlar var. Vaxtilə bütöv Azərbaycan ideyası Cənubi Azərbaycan mövzusunda hər hansı bir müzakirələr gedərkən bu istiqamətdə siyasətçilər hansısa çıxışları edərkən, Elçi bəyin bu istiqamətdə bəyanatları olarkən, elə Azərbaycan cəmiyyətində bu məsələlərə tamamilə romantik, tamamilə fantastik bir fikirlər kimi yanaşanlar var idi. Amma indi vəziyyət xeyli dərəcədə dəyişib. Yəni, Cənubi Azərbaycanın özündə milli məfkurə kifayət qədər inkişaf edib. Yəni, orada müstəqillik ideyası, istiqlal ideyası kifayət qədər güclüdür. Eyni zamanda Azərbaycan sevgisi, insanların özlərini, kimliklərini Türk olaraq tanıması istiqamətində çox böyük təbəddülatlar baş verir və bunlar ümid yaradır ki, gedən bu proseslər nəticəsində həm bütövlükdə regionda müəyyən stabilliyin yaranması, eyni zamanda İranın özündə vəziyyətin əsaslı şəkildə, ilk növbədə isə orada bizim yaşayan 10 milyonlarla 30 milyondan çox soydaşımızın mənafələrinə uyğun olaraq dəyişə bilər və bizim buna çox böyük ümidimiz var. Belə bir tarixi şansın yaradacağı ehtimalları var və biz bu vəziyyətə hazır olmalıyıq və cəmiyyətimizi bu istiqamətdə hazırlamağa çalışmalıyıq. Elə deyildiyi kimi ilk növbədə fikirdə birlik olmalıdır ki, sonra əməldə də birlik olsun. Ona görə bizim fikrimiz bu istiqamətlərə yönəlməlidir və bu sahədə də sizlərin apardığınız iş çox önəmlidir və ona görə də mən sizə təşəkkür edirəm. Biz təşəkkürümüzə bildirək dəyərli Sayın Arif Hacıqlarına. Çox gözəl bir danışıq. Mən elə son sualımı elə Əjdər bəydən belə gördüm. Çünki vaxtımızda bir saat sual çox idi, amma o danışıq elə zaman tez gəldi getdi. Mən fikirləmirdim indi bir saat 20 dəqiqə duraq. Əjdər bəy, siz çox önəmli məsələlər toxandınız. Bu görüşlər ki var idilər və onlara indi tənqidi, nəqd olaraq da baxdınız. Mən haqlı bilirəm. Çünki bizim Arif bəy də işarələdir. Bizim indi Güney Azərbaycan deyək, ya İran türkləri, çünki İran coğrafiyasının hər yerində varıq. Biz bəzən Güney Azərbaycan deyəndə görsən, bizim Qəşqai türklərimiz, bizim başqa türklərimiz bizdən gileylənirlər. Amma biz elə ona görə deyirik, bütün türklər, bu coğrafiyada yaşayan türklər. Əjdər bəy, biz indi o haldayıq ki, tam o noktaya qüvvət yerimizdəyik, güclü olaraq yerimizdəyik. Çünki Türkiyə faktoru var, Azərbaycan faktoru var. Arif bəy dedi ki, dəfələr bunlar dilə gətirdilər ki, İranda yaşayan türklər, Cənubi Azərbaycanda yaşayan türklərin taleyinə biz belə durub baxmayacağıq. Ya Türkiyə elan elədi ki, əgər indi terroristli qrupları, Amerika stratejisini hər kəs ya özləri istəsələr bir addım atalar, mən məntəqəyə hail yaradacağım, İrana girmək haqqım var. Bunlara rağmen niyə bizim bəzi təşkilatlarımız, biz ki, indi o qədər güclü yox, onların bizə ehtiyacları var, Kürtlərin bizlə diyaloqa getməyə ehtiyacları var. Biz Batı Azərbaycanda hansı haqlara görə onlarla istəyirik, oturaq, danışaq, diyaloqa keçək? Yəni bizim niyə bəzi təşkilatlarımızdan eləməyirəm, niyə sənəndəz türklərinə görə bunlarla diyaloqa keçmirlər? Niyə məsələn, indi bunlar Ustani Kurdistan adlandırırlar, Səngür olsun, nə bilim, Bicara olsun, orada yaşayan türklər, o haqda bizim partiyalarımız niyə özlərini haqq vermirlər ki, orada bizim tarix topamızdır. Niyə elə Batı Azərbaycanla bizim təşkilatlarımız sanki qəbul edirlər, siz gəlibsiniz, giribsiniz bizim evimizə, olsun, gəlin evimizi bölüşərin. Yəni, anlam dəqiqən bu anlamı gəlir. Biz dəfələr elə biləmişik, bir media olaraq, TV olaraq, xalq olaraq, bizim heç bir millətlə düşmənçiliyimiz yoxdur. Əgər Kürt, indi millət deyək, xalq deyək, insan deyək, orada yaşayır, haqqı da yaşasın, azad da yaşayır, kəsdən işıqdır. Amma biz o fikirlə müxalifik ki, silahlı indiyəcək illər boyudur, bəlkə onlar illər boyudur silahlı olaraq bizim Batı Azərbaycanımızda savaşıblar, bizim torpaqlarımızda terroristi şörplər və hala o işlərə davam verirlər və heç bir çəkilmədən elan edirlər. Xəritələrində bizim torpaqları özlərinə götürürlər. Yəni bizim bunlarla nə oturub alış-verişimiz ola bilər? O halda ki, onlar silahlıdır, biz də silahlı deyilik. Biz mədəni savaşırıq.
Biz bunlara ne verebiliriz? Bunlar silahlı savaş bize ne verebilirler? Biz onlara ne verebiliriz? Batı Azerbaycan biz onlarla ne hak bölüşebiliriz? Buyurun elə bu son sualım olsun. Sonunda Arif Bey de size bu meseleyi toplansın. Elə bu son suallarında bahsimizi soracaq. Buyurun. Sayın Araz bəy, demək ki, istər Azərbaycanda özümüzdə, istər də Türklərsə yönetimdə oturur, o bağlamaz. Yəni, Türk millətinin taleyi ilə bu Türk milləti özü maraqlanır və bayaq da söylədim, demək ki, çox adamlar var, bu günləri Elçibəy deyirlər, Rəsulzadə deyirlər və Mustafa Kemal deyirlər. Amma biz deyəndə deyir, bir iddia vardı. Yəni, bu, demək ki, bağımsızlıq, istiqlal, millət. Azərbaycanın necə ki, istər ki, o, demək ki, keçən əsrdə, o əsrin sonunda Azərbaycanda bu millət hərəkatda qalxdı və ayağa və Soveti püskürtdü. Azərbaycan Soveti püskürtdü, Qafqazlardan da. Və 44 günlük savaşda da göstərdi ki, bu Azərbaycanı istəyəndə savaşar, yaxşı da savaşar. Və bu günlərdə necə qorxu saldı və Anadolu'da da, Türkiyədə də. Demək ki, bu günləri Azərbaycanın güneyindən, demək ki, Əjdər Tağızadə duracaq, gedəcək Bakıda hansı bir məmurcığazla, bəlli dövrdə bu məmurcığaz hansı kolondadır? 5-ci kolondur, 6-ci kolondur, bir əli Tehran rejiminin əlində, bir əli Rusiyanın hardan demək ki, barındırılır. Sonrasından da gəlir deyir ki, siz güneylilər də, sən gedin hələ dayanın, gözləyin, o işlər görünəcək. Otu yerində, sən kimsən? Sən kimsən? Azərbaycan dövləti demək ki, lazımlı məsələləri yerinə yetirər və bu günləri biz Türk olaraq, Güneyli, biz demək ki, ön cəbhədəyik. Ön cəbhədə. Uyğur indi uzaqdadır, başına nələr gətirir, hər nə adı da çəkilmir, o Uyğur ki, bizdəndir, bizimdir. Amma biz burada ön cəbhədəyik. Bu günləri ölür. Vilayəti Türkdür də. Bə niyə demirsiniz qardaşımız vilayəti? Vilayəti ölür. Amma ki, nə deyir, dünən. Yine hər dəfə çıxır, Zəngəzur olmaz, Ermənistan toprağı, dədön vermişdi Ermənistana toprakları. Bu günləri demək ki, birbaşa, və yaxud da söylədim, Robio birbaşa çıxır demək ki, Ermənistanda ənir ki, yəni demək ki, burada, indi adını nə deyilsə, Trump da qoysunlar, adında amma bu yol Zəngəzur yoludur, bu Azərbaycandır, bu xəttlər buradan getməlidir. Çinin də xoşu gəlsə də, gəlməsə də, Rusun da gəlməyə, bu Türk dünyası bir-birinə inteqrə olmalıdır. Odur, bunlar hamısı deyirlər. Bunlar Turan'a gedirlər, Turan nədir? Vırıb yaddan çıxartdığınız bir demək ki, millət bir-birinə qovuşur, yolları açır, dünyaya qovuşmaq istəyir. Ona görə də bu günləri 100 min Kürdü gətiribsən, silahlı orada saxlayırsan, o da tünellər. Biz də Azərbaycanlı olaraq, Türk olaraq bir türlü bu siyasətlə məşğul olan adam ki, hamımızı izləyirik, hamısına bağırıq. Yox, Əjdər Tağızadə getdi, orada kimsə ilə oturdu, Avropada elə deyir. Görə hansı kurallar çərçivəsində gedibsən? Hansı demək ki, millətin istəyi ilə? Azərbaycanın güneyində milli hərəkat var. Hər kəs də çıxıb deyir, mən də milli hərəkatdan. Yaxşı da görüm sən milli hərəkatdan bu dövlət haqqında, bu millət haqqında, bu ölkə haqqında, bunun toprakları haqqında nə düşünürsən? Nə bilirsən? Bıraxsağın qaçıb girəcəksən hansı mollanın əbasının altına. Bu xatəmi bizi bir yere aparıb çıxardacaq. Bıraxsağın qaçıb girəcəksən xalq mücahidlərinin demək ki, qanatı altına. Bu Tehran rejiminin demək ki, silahlı düşmanıdır. Hakimiyyətə gələr bizi qutarar. Şah bərbəzəhlidir. Filan. O şah Kürtlər. Qardaş, Kürtlər bilirsən bu Kurt. Kürt. O 4 dənə vanet balaca maşınlarla gəldi o Daesh. 4-5 dənə. Tubanın da qoydu qaçdı bu. Verdilər o Yəzidiləri qırğına. Bu Kürtlər. Kürtlər demək ki, fitnə yaratmağa yaxşıdırlar. O yenə demək ki, Trump da deyir. Bunlara etibar eləmək yoxdur. Elə deyirlər, pulu ver, silah da qəşəhti mən götürüm, özümə saxlayayım. Hara da gələcəklər, o yana gedə bilməzlər. Hamısının da ağzının demək ki, zadı olubdur. Cənab Erdoğan, sən demək ki, bu generalla qollarına, demək ki, o Eynal Ərəbdən generallar da çıxardıblar. O demək ki, o generallarını görür, hansı generallar? Bunlar hardan general oldular bu gündə çıxardırsınız bu medialara filana? Və Türkiyənin də başını bəlaya soxmaq istəyirsiniz, çalxalandırırsınız. Yəni burada, məsələ buradadır. Böyük burada bir demək ki, gələcək vardı və bu da Türk millətinin, birbaşa Türk millətinin və onun başında olan dövlətlərinin imzası olmadan nə demək ki, yaxın doğu projesi, nə demək ki, hansı belə demək, nəyi cızzalar ola bilər. Trump deyir, bugün var, sabah yoxdur, dövlətini qoruyur, mənfəətini özü bilər.
Amma məsələ budur ki, dil tapar, ondan sonra demək ki, əlaqə yaradar, dövlətimizlə, millətimizlə görür. Amma ay kimin qulluğunda, kimin sözü ilə və yaxud kimsə çıxdı Türk adına, Azərbaycanlı adına getdi. Mən getdim oranı gördüm. Trump da deyir ki, nə Azərbaycan Güneyinin istiqlalı. Bu nədir? Nədir? Amerikalılar istiqlal savaşı aparmadılar. Öz əmi uşaqlarını, İngilisləri, Fransuzları qanda buladılar. Qanda buladılar. O günləri elə İngilistanın Charles padişahı Trump'a dedi. Dedi, biz olmasaydı Fransuzca danışacaktıq. Yəni, hər kəs bilinir buradan ağayırıb, nə olubdur. Bizim də Azərbaycanın güneyində də bizim də dövlətimiz olmaq. Dövlətimiz Hasan Hakim'in demək ki, hətta Türkiyədən bir nəfər gəlir bir yerdə görünür. Demək ki, Güneylilərdən birini görəndə, arkadaş siz də gedin hələ məşğul, sən kimsən? Mən Türkiyə vətəndaşıyam, sən ideolog deyirsən, sən bir dənə fəhlə babanın birisən. Və yaxud Azərbaycanın quzeyində biri çıxır, bayaq da söylədim. Ya məmurcığaz olsun, ya hansı misal üçün də siyasi partiyada misal. Siz Güneylilərdə hələ gedin, baxın, görün, sən kimsən deyəsən? Bunu millət qərar verir. Qərar millətin qərarıdır. Amma bu günləri işgəncəyə məruz qalan, demək ki, hər tərəfli bağlanan, hər tərəfli və biri də Batı dünyası qorxur. Mən neyim qorxur? Böyük Azərbaycandan qorxur. Böyük Azərbaycan Türk dünyasının bu günləri nədəndir Azərbaycan eləyə bilir ki? Nə olar? Türkiyə dövləti var, bizim cumhuriyyətdir. Amma bu gün Azərbaycan, Kuzey Azərbaycan, Azərbaycan Cumhuriyyəti varı ilə, dövləti ilə, varlığı ilə o Qırğızistanı gedir, çəkir, tapır. Özbəkistanı tapır. Bir zaman bir dənə Sayın Araz bəy görüş oldu, zirvə görüşü Naxçıvana. 3 dənə dövlətin başçısı güclə gəlmişdilər. İndi Orban ki getdi, Orban da çıxır deyir, elə mən də Atilla'nın nəvəsiyəm. Cənubi Koreyada dedi, biz də gələ görə. Ondan sonra biz də demək ki, Türk birliğində olaq filan. Və yaxud da söylədim ki, Jinping görür, nə ola bilər. Məsələ buradadır ki, bugün Azərbaycanın güneyi bir qurtarıcı, bir dənə bütövləyici. Ona görə idi Əbülfəz Elçi bəy də deyirdi ki, bütün Azərbaycan gücümüz çatmır, işin içindən deyirdi. Yoxsa bu günləri Putin çıxır və yaxud Rusiyadan o bir dənə xanımcığaz var. Çıxır o Sakharova, çıxır demək ki, səhər tezdən bir atmaca atır Azərbaycan demək ki, dövlətinə və yaxud onların hansı xaritə çəkirlər. Bir gün Qarabağ demək ki, Rus tərkibində, kimin tərkibində filan deyirsən, bunların oyunları da çıxardırsınız. Niyə? Ona görə ki, deyirlər balaca ölkədir də, balaca ölkədir, elə deyil. Burada bir böyük iddia vardı. Bu da Azərbaycanın bütövləşmə məsələsidir. Bunu Məhəmməd Əmin bəy Rəsulzadə də, Əbülfəz Elçi bəy də, bu millətimiz də bu günləri çalışırlar ki, səsimizi dost əli ilə boğsunlar. Boğa bilməzsiniz. Çünki niyə? Siz güvəndiyiniz o yerlər, Kremlin olsun, Putin olsun, Tehran rejimi olsun, bunlar çöküb dağılacaqlar. İndi Trump da deyir ki, verin gəlsin. Trump deyir, belə imzalattıracağım ki, canınızı alacağım, canlarını alacaqlar. Ay yalandan biz qalib gəlmişik, biz belə deyir. Səddam 24 saatda bunları Favdan, Məcnun adalarından qovaladı, 8 illik nə etmişlər, hamısını sordu, Tehrana gəlirdi. Amerika olmasaydı gəlirdi Tehrana. Ondan çıxdılar, deyir ki, Səddama qalib gəldik. Xumeyni dedim, mən onun zəhər badəsini içdim, qələt elədim dedi. 822-ni qəbul elədim. Çıxdılar, deyir, biz Səddamı vurduq, qalib. Nəyə qalib gəldin, səni məhv elədi. İndi Amerika ilə gəlib məhv eləyib, dünəndən bəri Sayın Araz bəy, dünəndən bəri internet biraz açılıbdır. Gör nələr danışırlar, gör millətlər nə deyib başda, millətlər qırılırlar. Aclıq, səfalət, qorxu, öldürmək, demək ki, tibb bacısından, həkimdən, müəllimdən, hər kəsi. Hamı qorxu içində və Amerikada hamarrayıb 1000 dənədən çox yerləri vurublar. Hələ bu dəfə də deyir ki, hələ sən yox, o ondan da deyir dağıracağım, Trump'ı deyir. Bu missiyanı götürüb gəlibdir belə. Amarlaya buranı, onların bir öz düzənləri var. Amma bizim də millətimizin də dövləti olan bir millət, biz Sayın Araz bəy, sözün sonu, yenə də deyirəm, biz cumhuriyyətimiz var, biz cumhuriyyətçiyik, dövlətimiz var, bu dövlət bizim. Və bu günləri Azərbaycanın güneyində olanlar çoxları bəlkə deyərlər, nə olsun, ora özləri ilə, biz də özlərimiz elə deyir. Bu ruh bizləndir, bu sabahları, sabah, bayaq da elə siz də söylədiniz. Biz orada Trump o fitvanı verəndə sənə nə olmuşdu və sən demək ki, Hicri ilə, Ərbildəkilərlə Cənab-ı Trump görüşürsən, sizə nə olubdur ki, mənim dövlətlərim? Durub demək ki, Nəsirvanın ayağının altına qırmızı xəlis alırsınız. Ondan sonra, amma Azərbaycanın güneyinə gələndən bir nəfəri görsəniz, amandır, qapı arxasında bunlarla danışaq, birdən Tehran rejimi görər, ha. Və yaxud Amerikada da belədir. Amerikaya kongresə girəndə bizi o padvalda o qədər əyri-bırı yerdən keçirtdilər ki, indi cəzası çəkin, teröristlər gəldi, qapısı kəsdi. Ona görə də bu günləri Azərbaycanın, bu Türkün varlığını,
demək ki, inkar etmək və yaxud caydırıcı yollara göndərmək. Ay Qaşqaylar qaldı, xələzlər qaldı, bıçaqçılar qaldı, ondan sonra demək ki, düşmənlər qaldı. Yeri gələr bu günləri Azərbaycan dövlətinin varlığı və yaxud da söylədim. Hələ bugünkü bu durumu ilə əl atır və sabahları bu dövlət qurulanda Azərbaycanın güneyində biri də çıxırlar Türk adı ilə. Ay biz çox türkçüyük, siz Azərbaycan deyəndə parçalayırsınız Türk dünyasını. Ya biri də var Azərbaycanda o rusofil şimdi zindandadır öz evində əlbəttə. O çıxırdı bir dənə qondarma Azərbaycancılığı çıxartmışdı. Biz Türk millətinin bir böyük parçasıyıq və buna görə də biz gözəl durumdayıq. Sabahları necə ki, göründü də 44 günlük savaşda da ondan öncə də göründü də Türkiyə dövləti, Türkiyədə bu millət, bu Anadolu. Azərbaycan deyəndə, Türk deyəndə ayaqdadır, hamısı birlikdə, dövləti də Azərbaycanın quzeyində də, güneydə, Təbrizdə ayaqda olanda bu illərdə hamısını da görmüşük. Külli Azərbaycan ayaqda oluyor. Bunun Sumqaydından, bunun Qubasından, bunun demək ki, köylərdən bütün hər yanacaq. Nə qədər çalışırlar ki, söndürsünlər bu əlovu, söndürə bilməyəcəklər. Ona görə də Azərbaycanın güneyində millətimiz bağımsızlıq qoyubdur, istiqlal qoyubdur. Nə qədər istəyirlər bunu kölgəyə salalar və yaxud unudun, yaddan sal, qaydın bir də gedin demək ki, o zindana işgəncəgərləri demək, yuvasından çıxardın, ilanı ayıldın, ondan Trump'ın ancaq geçsin, açıqca televizyonlardan deyirlər ki, qoy Trump geçsin, qoy Netanyahu geçsin, görün sizlərə nə qayracı yox. Geçdi, o taxtalar kürək oldu, eləyə bilməzəksiniz. Bu günləri biz Türk olaraq güclü durumda yox. Dövlətlərimiz də var, millətimiz də var, partiyalarda, siyasətçilər də və külli millətimiz də bu güneyin arxasındadılar. Ona görə də bizim demək ki, Rəsulzadə demişkən, o istiqlalçılıq, bu bağımsızlıq bizim əsas yol xaritamızdır. Sağ olun. Bəli, mən təşəkkürümdən dəyərli Həzrət Əliqazın, Güney Azərbaycan Demokratik Türkülüyün başqanı və dəyərli Sayın Arif bəy, son sözlərimizi elə sizdən eşidək bu haqda nə söz ya Sayın Əjdər bəyin sözlərinə münasibət eşidək daha bəyin proqramımızda yaşamışdır. Çox sağ olun Araz bəy, təşəkkür edirəm sizə bir daha. Təbii ki, indiki şəraitdə istər Azərbaycanın, istər Türkiyənin bütövlükdə Türk dünyasının, Türk dövlətlərinin vəziyyəti ötən əsrin əvvəllərində, ötən əsrin hətta sonlarında, hətta 21-ci əsrin əvvəllərində olduğu dövrdən, bundan 10 il əvvəl olan dövrdən daha yaxşıdır. Çünki Azərbaycan öz ərazilərini işğaldan azad etməyə nail olubdur. Hal-hazırda Türk dövlətləri arasında ciddi bir işbirliyi yaranır. Ermənistanda gerçək dövrün tələblərini anlayan bir hakimiyyət formalaşıbdır və Paşinyan faktiki olaraq Ermənistanın Türk dünyasına qarşı, ilk növbədə Türkiyə və Azərbaycana qarşı istifadə olunan bir dövlət halında istifadə olunmasının erməni xalqının özü üçün hansı fəsadları verdiyini dərk edən bir rəhbər kimi çıxış edir. Ermənistan əslində süni sürətdə yaradılmış, məhz Türk dünyasını bölmək, Azərbaycan və Türkiyə arasında bir forpost ərazi yaratmaq, bir bufer ərazi yaratmaq məqsədi ilə yaradılmış bir dövlətdir və çox yaxşı haldır ki, hal-hazırda Ermənistanın hərbi siyasi rəhbərliyi bu həqiqəti və bu hadisənin özünün, yəni imperiyaların ilk növbədə Rusiyanın bu məqsədinin erməni xalqı üçün hansı ağır nəticələrə gətirib çıxardığını və bu siyasətin, yəni Ermənistandan bu məqsədlə istifadə olunmasının Ermənistanın gələcəyi üçün nə qədər böyük təhlükə olduğunu dərk edib. Mən bu mövzuya təsadüfən çox üstünlük vermirəm. Bu mövzuda çox vaxt ayırıram ona görə ki, Zəngəzur dəhlizinin açılması, bütövlükdə Azərbaycan və Türkiyə arasında kommunikasiyaların birbaşa Zəngəzur üzərindən olması bütövlükdə bu regionda geosiyasi vəziyyəti dəyişdirəcək. Bunu İranda dərk edirlər, bunu Rusiyada dərk edirlər. Ona görə bu layihəyə qarşı çox ciddi bir müqavimət var. Amerika Birləşmiş Ştatlarının Quzey Azərbaycana düşmən olması kimi bir fikir səsləndi. Mən o fikirdə deyiləm. Təbii ki, bütün dövlətlər, o cümlədən Amerika Birləşmiş Ştatları öz xarici siyasətini qurarkən ilk növbədə öz dövlətinin, öz xalqının mənafelerini nəzərə alaraq siyasət yürüdür. Amma məsələn, konkret olaraq Zəngəzur dəhlizinin açılması
məsələsində Amerika Birləşmiş Ştatlarının indiki administrasiyasının mövqeyi ilə Azərbaycanın mövqeyi, Türkiyənin mövqeyi üst-üstə düşür. Yəni Amerika Birləşmiş Ştatları da Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Onlar da Ermənistanla Azərbaycan arasında, Ermənistanla Türkiyə arasında bu konflikt vəziyyətinin aradan qalxmasında maraqlıdırlar və Paşinyan hakimiyyətinin yürütdüyü bu loyal siyasətinin davam etməsinin tərəfdarıdırlar. Təsadüfi deyil ki, bu günlərdə dövlət katibi Rubio Ermənistana səfər etdi və Prezident Trump açıq şəkildə müraciət edərək erməni xalqını Paşinyana səs verməyə, Paşinyanın partiyasına, onun namizədlərinə səs verməyə çağırıb. Yəni bu məsələlərlə əlaqədar bizim Amerika Birləşmiş Ştatları ilə mənafelərimizin üst-üstə düşən cəhətləri ziddiyyət təşkil edən cəhətlərindən daha çoxdur. Və bütövlükdə bu məsələlərin perspektivinə pessimist yanaşmaq lazım deyil. Məsələn, belə bir fikir səslənir ki, dünya birliyi, dünyanın qüdrətli dövlətləri Güney Azərbaycanda demokratik bir dövlətin, ayrıca bir dövlətin yaranmasını istəmir, bütöv Azərbaycan ideyasından çəkinirlər və bu ideyaya qarşıdırlar və s. Amma biz elə çox yaxın keçmişimizdə onun şahidi olmuşuq. Məsələn, Rusiya Qarabağın işğal altında qalmasında açıq şəkildə maraqlı idi və birbaşa hərbi müdaxilə edirdi. Yəni Rusiya regionun ən qüdrətli dövlətlərindən biridir. Bundan başqa İran açıq şəkildə separatçı rejimə dəstək verirdi və müharibənin ilk dövrlərində hətta Azərbaycana qarşı müəyyən ultimatumlarla çıxış edirdi. Açıq deyək ki, məsələn, ən azı Fransa bu ərazilərdə erməni separatizminin davam etməsinə şərait yaradan mövqedən çıxış edirdi. Bununla belə tarixi şərait, aparılan strateji siyasət, Azərbaycan ordusunun rəşadəti hesabına, eyni zamanda beynəlxalq hüququn bizim tərəfimizdə olması hesabına biz ərazilərimizi işğaldan azad edə bildik və bu hadisə, yəni ərazilərimizin işğaldan azad olunması, eyni zamanda Azərbaycanla Ermənistan arasında, Ermənistanla Türkiyə arasında münasibətlərin loyallaşması, kommunikasiyaların, yolların birbaşa indi Zəngəzur üzərindən keçərək həm Azərbaycanla Türkiyəni, eyni zamanda bütövlükdə Türk dünyasını birləşdirən yeni kommunikasiya sisteminin formalaşması təbii ki, regionda bütün geopolitik vəziyyəti Azərbaycan xeyrinə, Türkiyənin xeyrinə, Türk dünyasının xeyrinə dəyişdirəcək. Bu bizim mövqələrimizin bir qədər də yaxşılaşmasına, möhkəmlənməsinə gətirib çıxaracaq ki, bu da həm də Güney Azərbaycan əlavə şanslar yaradacaq. Mən bu məsələlərin perspektivinə optimist yanaşıram. Elə qeyd etdim, yəni dünyanın bir çox qüdrətli dövlətləri, ən azı Rusiya və İran kimi regionun güclü dövlətləri Qarabağ separatizminin davam etməsində açıq şəkildə maraqlı idilər və bunu gizlətmirdilər. Amma bununla belə onlar bu məqsəddən çəkilmək məcburiyyətində qaldılar. Hətta müharibənin son günlərində İranın rəsmi dairələri artıq Azərbaycanın mövqeyindən çıxış etmək məcburiyyətində qaldılar. Yəni reallıqlarla barışdılar. Rusiya da reallıqlarla barışdı, İran da reallıqlarla barışdı, Fransa da reallıqlarla barışdı və nəticə etibarilə bizim ərazilərimiz işğaldan azad edildi və yeni reallıqlar yaratmaq lazımdır. Mən xatırlayıram ki, Azərbaycan əraziləri işğal altında olduğu dövrlərdə bir çox hallarda beynəlxalq güclər reallıqdan çıxış edərək davranmaq təklifləri irəli sürürdülər və real vəziyyətdən çıxış edərək məsələlərə yanaşmağın daha rasional olduğunu bildirirdilər. Yəni beynəlxalq hüquqa uyğun yox, ərazi bütövlüyü prinsipinə uyğun yox, mövcud reallıqları əsas götürərək məsələlərə yanaşmağımızı, yəni Azərbaycanın məsələlərə bu şəkildə yanaşmasını istəyirdilər. Ona görə də reallıqları dəyişdirmək lazımdır. Yəni çağdaş dövrdə məsələlər artıq reallıqlarla barışmaq istiqamətində olan bir səmtə yönəlibdir və biz də reallıqları dəyişdirməyə nail olmalıyıq. Əgər Güney Azərbaycanda başqa bir reallığın formalaşmasına nail ola bilsək, elə indi ilk baxışda bununla razılaşmayan kimi görünən və bundan qarşı olan beynəlxalq güclər də, Amerika Birləşmiş Ştatları da, Rusiya da, elə İranın özü də bu reallıqlarla barışmaq məcburiyyətində qalacaq. Ona görə bizim qarşımızda duran vəzifə ilk növbədə güclənmək, təsir imkanlarımızı artırmaq və mövcud reallıqları xalqımızın, millətimizin
və regionun maraqlarına uyğun olaraq dəyişdirməkdən ibarət olmalıdır. Mən buna inanıram və ümid edirəm ki, bizim getdikcə güclənən toplumumuz, Türk dünyası bu vəzifənin də öhdəsindən gəlməyə nail olacaq. Bəli, mən təşəkkür edirəm dəyərli Arif Hacılı xanımdan, öz vaxtlarını bizim üçün ayırdılar və belə dəyərli sahənəcdə təqdim Çox sağ olun, bizə xoşdur. Bu bizim vəzifəmizdir. Rica edirəm. Çox gözəl bir danış oldu. Proqramımızın biz sonuna çatdıq, amma mən belə deyim, bizim proqramlarımız TV-mizdə davamlıdır. 24 saat ITV TV. Mən adresin demək olar dostlardan istəyəcəm ya özüm bura yazaq. Bəli, bu bizim adresimiz itv.info canlı bizim saytımızdan 24 saat ya da ki ən rahat yolu Aparatçı TV yapımında dostlar oradan Azərbaycan bölümündə başqa Güney Azərbaycan kanallarda da oradan izləyə bilərlər. Mən təşəkkür edirəm əziz dəyərli ustadlar. Buyurun. Çox sağ olun, var olun. Sağ olun Araz bəy, Arif bəy çox sağ olun. Axşamınız xeyrə qalsın. Bayramımız mübarək olsun. Bayramımız mübarək olsun. Hamımız Allah'a tapşırıram. Sağ olun.